Yoldaşlar salam, axşamınız xeyir olsun. Axşamınız xeyir. Səsim gəlir mənim hər kəsə aydın? Bəli, gəlir. Okay, əla. Kameralar hamıda bağlıdır. Yenə deyəsən özüm özümə baxa-baxa danışacağım. Aça bilən var kamerasını ümumiyyətlə? Kameraları aça bilsəz çox yaxşı olar ki, bir-birimizi görərək davam edək webinara. Biz bu arada bir 3 dəqiqədə gözləyərik ki, qatılmayanlar qatılsın. Məsin bəy, salam. Məsin bəy, açdı. Səsiniz bağlıdır. Okay. Salam, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir. Necəsiniz? Şükür, necəsiz? Yaxşı olasınız, çox sağ olun. Açıq sizi burada aslında WhatsApp-da adınızı görmüşdüm. Maraqlı oldu burada sizi görmək. Nəyə görə desək, bugünkü mövzumuz əslində tam bizim yeni başlattığımız bir proqram var. Düzdür, təkcə proqramdan danışmayacağıq. Ümumiyyətlə qısa, yəni proqramın məqsədi ondan ibarətdir ki, indi mən onu birazdan vurğulayacağam. Həm bizim yaratdığımız proqram haqqında, həm də bu sahəyə başlayanlar istər işə qəbul ola bilər, kimsə də olacaqdır, bəlkə də işə qəbul yox, HR-la bağlı suallarını verəcək. Hansı ki, bu sahədə inkişaf etmək istəyir və ya başlamaq istəyir, o şəxslərdir. Sizin də təcrübədən faydalanı bilərik, burada olacaqsınızsa. Olar, burada olacam, bəli. Okey, əla. İşə qəbul sektoru onsuz ən maraqlı sektordur deyə, ona görə adını eşidən kimi hər zaman qoşulur. Çox gözəl, çox gözəl. Ola bilsin, sizin bilmədiyiniz nədənsə danışmayaq, ona görə mən istədim başda vurğulayım. Çünki sizin artıq indi uzun illər bu sahədə təcrübəniz var. Bu proqram daha çox, daha doğrusu bu webinarın məqsədi daha çox bu sahədə ümumiyyətlə nə baş verir? Yəni, yeni başlayanlar nə düşünür bu haqda? Ondan danışmaqdır. Amma yenə də təbii ki, sizi görmək çox xoşdur. Təşəkkür. Onsuz bilmədiyimiz nəsə var. Yəni, bəzən olur, istifadə eləmədiyimiz bir şeylər olur, həqiqətən yadımızdan çıxır. Amma təkrarlayanda, yadımıza düşəndə yenidən də yadmışımız təkrarlayır onu. Bəli, bəli, doğrudur. Okey, yoldaşlar. Düz 3 dəqiqə işləyib 5 dəqiqə dedik. Gəlin giriş olaraq başlayaq biz. Mən özümü təqdim edeyim. Coşqun Əmzəyev, HR Option şirkətinin rəhbəriyəm. Əlavə olaraq da işə qəbul üzrə təlimçilik fəaliyyətim davam edir. Artıq 2 ildən çoxdur ki, ümumiyyətlə bu webinarın əslində təşkil edilməsi nəzərdə tutulmamışdı. Yəqin ki, buradakı əksəriyyət də görür ki, biz son 2 gündə belə bir webinarın aktivləşdirdiyini elan elədik və başlatdıq, belə deyək, hal-hazırda qoşulmuşuq. Əslində buna ehtiyac, bu bizim yeni bir başlatdığımız proqram var. İşə qəbul və səriştə əsas sahibə təlimi və sonrasında təcrübə və sonrasında da işlə təminat. Və bu bir çox insanda təbii ki, normal olaraq belə 3 fərqli belə deyim, istiqamət var deyə suallar doğurdu. Ona görə biz gördük ki, suallar çoxdur və telefonda verilən məlumat da tam olaraq qane edici olmaya bilər. Ona görə komanda yoldaşları məndən xahiş elədik ki, komandamız belə bir görüşdən eləyək və suallar varsa, sualları açıq aydın olaraq siz burada mənə ünvanlayasınız və mən proqram haqqında sizə məlumat verim. Proqramın məqsədi ilə bağlı mən burada yenə də istədim, bir dəqiqə mən şey edeyim ekranı. Bir qısa qeyd yazmışam. Biz sorğu keçirdik, ümumiyyətlə bu webinardan gözləntiləriniz nədir? Dediyim kimi, bu tam olaraq bir təlim, bir masterclass olmayacaq, amma yenə də sizin suallarınız varsa, bu sahə ilə bağlı əlbəttə siz suallarınızı verə bilərsiniz. Yəni bizim 1 saat, bir vaxtımız var burada. Əlavə suallarınız olsa, slayda keçmədən deyim, sağ tərəfdə mesaj bölməsində yaza bilərsiniz. Ya da mən sizə sual ünvanlasam, onsuz da prezentasiyanı bağlayıb, qayıdıb bura sizə sualımı ünvanlayacağım. Cavab vermək istəyənlər səsi açıb cavab verə bilər, əl qaldıraraq. Okey, yoldaşlar, gəlin biz istəyirsiniz yavaşdan başlayaq. Mən düşünürəm ki, mənim slaydım artıq sizdə görünür. Bəli, görünür. Okey, əla. İlkin olaraq, mən sizi görmürəm bu arada. Mən ancaq slaydı görürəm. Ona görə əl qaldırsınız, amma çox mən keçdəcəm. Görməsəm kiminsə əl qaldırdığını, eşitməsəm daha doğrusu səsi açıb bildirə bilər. Ümumiyyətlə, bu proqram nədir? Gəlin qısa bunu deyim, daha sonra ümumiyyətlə prosesin daha maraqlı hissələrini düşünürəm ki, keçəcəyik. Ümumiyyətlə, işə qəbulda biz bir təlim başlatmışıq. Bizim Recruit 361 təlimimiz var. Heç şübhəsiz bundan da məlumatlı olan şəxslər yəqin ki, var. Ki, bir 4 aylıq bir təlimimiz var bizim işə qəbul sahəsi ilə bağlı. Amma bu qeyd etdiyimiz təlim proqramı ondan biraz fərqlidir. Bu təlim proqramı 9 saatlıq bir təlimi əhatə edir ilk öncə. Və burada hər kəsin iştirak etmə hüququ var. Hər kəsin dediyim kimdir. Yəni, bu sahəyə kimsə ya marağı varsa, həvəsi varsa və ya bu sahədə çalışır, yenə də biliklərini yeniləmək üçün, yeni biliklər qazanmaq üçün və də iştirak edə bilər bu təlimdə.
Lakin bu təlimdən sonra bizim bir də bir təcrübə proqramımız var. Burada indi maraqlanan şəxslər çox olub, hər birinə proqram göndərib. Yəqin ki, onlar məlumatdadır. İndi Aysin bəy, məsələn, bəlkə siz məlumatda deyilsiniz və ya bəlkə də məlumatda olmayan şəxslər var. Bizim bir təcrübə proqramımız var. Bu təcrübə proqramında kim ki iştirak edəcəksə, iştirak seçimləndir. Nəyə görə seçimləndir? Çünki həmin proqramda mentor dəstəyi, bu arada mentorunuz mən olacağam, həmin proqramda kim iştirak edəcəksə, cəmi 3 nəfər bir ay üçün iştirak edə bilər, ay və ya ay yarım. Və həmin proqramda ona görə seçimləndi ki, bu proqramda bir ay müddətində siz işə qəbulu, düzdür, bir aylıq təcrübə deyirik, amma bəlkə də 6 ay sonra eşidəcəyiniz кейsləri belə, кейsin Azərbaycancasını necə izah edək? Yəni, situasiyaları deyək də, hansısa məsələləri, hansı ki, bunu bəlkə də 6 ay sonra görəcəksiniz. Əslində, intensiv şəkildə bu bir ay müddətində üstündən keçəcəyik. Yəni, bir aylıq təcrübə desəydi, bu əslində bəlkə 3 ay, bəlkə 6 ay, bəlkə də 1 il sonra hələ sizin görəcəyiniz keysləri biz burada görəcəyik. Məsələləri, yəni, müzakirə edəcəyik. Hə, mentor olaraq, indi özüm adımdan deməyim bunu, mentor kimi ifadə edeyim, yəni, mən olacağım indi mentor. Və mentor bu prosesdə həmin bu sizin gündəlik işə qəbulçu kimi gördüyünüz işlərlə bağlı olsun və ya müsahibələrlə və ya bu dediyimiz keyslərlə bağlı sizlə bərabər işləyəcək. Yəni, bu əslində ikinci bir təlimdir. Yəni, bir var 9 saatlıq birinci dediyimiz işə qəbul təlimi, bir də var təcrübə proqramı dediyimiz əslində təcrübədir. Siz burada hansı işləri görürsünüz, amma həmçinin o da təlimdir. Niyə? Çünki siz mentorla bərabər bir taskları eləyirsiniz, çətinlik çəkəcəksiniz deyək, səhv eləyəcəksiniz deyək və mentorla bərabər bunların üstündən keçəcəksiniz ki, daha yaxşı mənimsəyəsiniz. Sadəcə intensiv deyə nəyə görə qeyd edirik? Çünki burada normalda mən deyək ki, işə qəbulçu kimi hansısa şirkətdə işə başlasam, nə işləri görəcəm? İlk bir ay yəqin ki, mənə ancaq deyəcəklər ki, bu CV-ni get çap elə, namizədlə əlaqə saxla, ünvan göndər ki, bu normaldır da, işi elə ki, buradan başlamaq lazımdır görməyə. Bu işlər, amma bu bir aylıq təcrübə dediyimiz proqramda bu olmayacaq. Düzdür, bunları da edəcəksiniz. Amma yanı sıra elan, yanı sıra ümumiyyətlə tələb formunun ehtiyacın analizi deyək, müəyyənləşdirməsi deyək, tələb formunun qəbulu və ya tələb formunda olan əksiklərin müzakirə edilməsi, daha sonra axtarış kanalları, elan, artıq işə qəbulçunun öhdəlikləri nədirsə. Və ən sonlara doğru da artıq ilk növbədə siz paralel olaraq mentorunuzla bərabər müsahibələrdə müşahidəçi olacaqsınız və proqramın sonuna doğru özünüz müsahibə götürəcəksiniz. Və daha sonra təbii ki, bu müsahibə nəticələri ilə bağlı yenə də mentorunuz sizə geri dönüşlər edəcək. Ki, misal üçün, harada yanlışlar oldu və ya hər şey bəlkə də qaydasındadır, bu kimi. Və sonrasında da təbii ki, məqsəd odur ki, bu proqramı indi biz 3 iştirakçı deyirik, cəmi seçiləcək bu proqrama və həmin 3 iştirakçını təbii ki, işlə təmin etməkdir. Proses bundan ibarətdir. İndi ümid edirəm hər kəs üçün aydındır, amma aydın olmasa biz sonlara doğru yenə də müzakirə edərik. Mən istəmirəm biz indi ancaq ondan danışaq. Amma bu webinarı həm də nəyə görə danışırıq? Çünki burada biz sorğu keçirmişik və sorğuda suallar var idi ki, ümumiyyətlə bilmirəm bu sahəyə uyğunam-mı? Ümumiyyətlə hardan başlayacağımı bilmirəm. Ümumiyyətlə bu sahə ilə bağlı məlumatım yoxdur. Ona görə mən bu arada dediyim kimi 2 gün ərzində həm də mən keçən həftə əməliyyat olmuşam belə və həm də bu proses plansız olduğu üçün qeyri-adi bir prezentasiya hazırlamamışam. Onsuz mən prezentasiyalarımı təlimlərimdə ola bilər ki, çox da belə maraqlı prezentasiyalar hazırlamıram adətən. Özüm daha çox danışmağa çalışıram və sizi danışdırmağa çalışıram. Bu prezentasiyada ona görə ola bilər ki, cəlb edici olmasın, amma danışdıqlarımda diqqət eləməyinizi istəyirəm və aktiv olmağınızı. Səhv, düz cavab müzakirə etmirik. Mən sorğu verdikdə xahiş edəcəm ki, hər kəs öz fikrini bildirsin və ya sağ tərəfdə yazsın. Okey, gəlin ilk sualımı elə sizlə bərabər başlayayım mən. Ümumiyyətlə, ola bilər ki, kiminsə marağı olmasın, sadəcə HR-la maraqlandığı üçün bu webinarda iştirak edir. Amma yenə də mən soruşmaq istəyirəm ki, əl qaldıra bilərsinizmi və ya sağ tərəfdə də yaza bilərsiniz. Kimlər işə qəbul sahəsinə ümumiyyətlə maraqlıdır və bu sahədə çalışmaq istəyir? Görürüm, yəni auditoriyamızın 2%-dir deyək bu. Əl qaldır butonuna basa bilərsiniz. Sayı sadəcə mən görmək istəyirəm, siz onsuz da burada görürsünüz sağda. Əla deyəsən, elə çoxluq, düzdür, 47-nin yarısı olmamışıq, amma yenə də çoxluq işə qəbuluna maraqlanır. Okey, bu qədər. Okey, əla. Bəs kimlər bu sahədə hal-hazırda çalışır? Çalışanların sayı əslində məntiqlə az olmalıdır. Aytən xanım, buyurun, siz çalışırsınız deyəsiniz, əl qaldırmışsınız, okey. Kimlər bu sahədə çalışır hal-hazırda?
Ki çalışanların da sayı kifayət qədər çox olmuş. Okey, super. Əla. Onda elə ilk sualımı, təşəkkürlər bu arada iştirak üçün. Gəlin ilk sualımı elə sizə burada verim. Yoldaş, işə qəbul nədir? Gəlin birinci bu suala cavab verək. Amma mən ümumiyyətlə bunu başda bildirmək istəyirəm. İndi mənim təlimlərimdə bəlkə də ya da master klasslarında olan şəxslər olub. Mən çox da kitab cümlələri qurmağı sevmirəm. Yəni bəzəkli sözləri də çox sevmirəm. Hə, yeri gələndə elə görüşlər, elə təlimlər, elə seminarlar olmalıdır ki, orada bəlkə də həmin o bəzəkli sözlərə deyə ya da daha çox terminlərdən istifadə etmək bizdən tələb oluna bilər və ya ona ehtiyac duyula bilər. Amma həm bu tərz master klasslarda mən çox sevmirəm ki, belə rəsmi üslubda nə isə izah edim. Həm də istəmirəm ki, belə terminlərdən çox istifadə edeyim. Həmçində nəzərə alsaq ki, burada təcrübəsi olmayan şəxslər kifayət qədər çoxdur. Ona görə çalışacağam ki, doğru dildə prosesləri sizə izah edeyim ya da öz fikirlərimi sizə çatdırım. Bunu başda istəyirəm, vurğulayım. Ona görə işə qəbul sizcə nədir deyəndə kitab cümləsi istəmirəm. Ümumiyyətlə, bu prosesi mənə sadəcə təsvir edə bilərsiniz ki, budur, belə edirik, yəni bu şəkildə. Hə, yoldaşlar, ümumiyyətlə, işə qəbul nədir? Nə iş görür deyə ya da nədir deyə ümumiyyətlə? Yəni, məğzi nədir, mahiyyəti nədir bunun? Buyurun, yoldaşlar, aktiv olaq biraz. Səhv düz cavabdan qorxmayın, yəni çəkinməyin ümumiyyətlə. İşçinin işə qəbul edilməsi, sənədlərin qəbulu, onun sənədləşməsi. Doğrudur İbadə xanım. Bu daha çox elə bir ki, amma əməliyyat tərəfə biz elə bir getdik. Mən sırf işə qəbuldan danışıram, rekruter. O tərəfi mənə biraz qaranlıqdır. Yəqin ki, necə CV-lərini yoxlamaq, işçiləri dəvət eləmək, onlarla söhbət eləmək, o lazımı peşəkarlıq səviyyəsini təyin eləmək və vəzifəyə uyğun olub olmamağını, yəni irəlidə ona, yəni ki, cavab vermək, yönləndirmək, qiymətləndirmək. Bəli. Deyə bilərəm Çox sağ olun. Bəli, əlbəttə. Firuzə xanım, buyurun. İlk öncə salamlayıram sizləri. Deməli, məncə sualın cavabı budur ki, şirkət üçün lazım olan X vəzifə üzrə lazımi namizədlərin axtarılması və axtarış üzrə nə bilim uyğun gələn namizədlərin, yəni vakansiyaya müraciət edən və uyğun olan namizədlərlə əlaqə saxlayıb müsahibələrin təşkil olunması və həmin vəzifəyə əgər namizəd uyğundursa, iş təklifi eləmək beləsinə. Aydındır. Çox sağ olun Firuzə xanım. Burada uyğun dediniz. Nəyə görə uyğun dediniz? Vakansiyaya müraciət edən ən yaxşı namizəd niyə demədiniz? Yəni sualım ki, vakansiyada qeyd olunan elə eyni mənadır məncə. Çünki vəzifə öhdəliklərinə uyğun gələn, eyni zamanda şirkətdə tutalım ki, həmin vəzifə üçün təyin olunan əmək haqqı əgər üst-üstə düşürsə, uyğundursa bir-birinə, namizədin yəni istəyi ilə, yəni şirkətin təyin elədiyi əmək haqqı üst-üstə düşürsə və ümumiyyətlə namizəd həmin vəzifəyə uyğun gəlirsə, nə mənada? İstər iş təcrübəsi ilə bağlı, istər təhsili ilə bağlı. Bəli, istərsə tələbləri ilə deyək. Bəli. Təşəkkür edirəm Firuzə xanım. Yoldaşlar, bəs kim deyə bilər? Buyurun Həyat xanım, buyurun. Məncə vəzifəyə ən uyğununu seçmək lazımdır da. Yəni ən səriştəlisini yox. Ən səriştəli o mütəxəssis vəzifəsi də ola bilər, ona uyğun olmaya bilər də. Vəzifədən bacarıq skillsləri daha yüksək ola bilər. Onun üçün vəzifəyə ən uyğununu seçmək. Ən səriştəlisini yox, ən uyğununu məncə. Bəli, aydındır. Düzdür, bunun çox sağ olun. Həyat səhv tələffüz eləmirəmsə, Həyat xanım, təşəkkür edirəm məlumat üçün. Ümumiyyətlə, bu mövzuya girməyəcəyik ki, uyğun ya da ən səriştəli nədir, amma ifadə olaraq çox doğru ifadədir ki, biz bəli, ən səriştəli yox, vakansiyanın vəzifə öhdəliklərinə və tələblərinə ən uyğun namizədliyi axtarmalıyıq. Aytaç, birazdan söz verəcəm sizə də. Burada da biz indi bir, belə deyim, tərif yazmışıq əslində bu ilə bağlı. İnsanları təşkilata cəlb etmək, istedadları və ya insanları deyək və onların motivasiya bilik bacarıqlarını inkişaf etdirməkdə şirkətin əsas təşkilati hədəfi və rəqabət üstünlüyünün əldə olunmasının qorunmasıdır. İşə qəbul prosesi. Buna 3R qaydası da deyirlər ki, doğru namizədin doğru vəzifəyə doğru zamanda cəlb edilməsi prosesidir. Bu tərifin üstündə çox qalmaq istəmirəm. Bir sualım bundan ibarət olacaq. Yoldaşlar, işə qəbul prosesi kimsə bu sahəyə müraciət etmək istəyirsə və ya əmin olun ki, elə bu formada bu işi görən nə var? Bir kağız üzərində işə qəbul var. Bir də ki, reallıqda gördüyümüz işə qəbul var. Ümumiyyətlə, mən o qeydi yazmışam. O nəyə görə yazmışam sizcə? Yəni, bu kağız üzərində deyilən nədir ya da reallıqda olan nədir? Kimisə ağlına nəsə gəlirmi? Kağız üzərində işə qəbul nədir, reallıqda işə qəbul nədir? Bayaq mənim sadaladığım kağız üzərindədir yəqin ki.
O elə başa düşməyin. Elə başa düşməyin. Yəni sənədləşməyə getmirəm. Yəni bu bildiyimiz işə qəbul prosesi, yəni o CV analizi, müsahibə, bu bir elə bu var yazılan. Elan vermə onda var. Axşamınız xeyir. Əl qaldıraq, bir də yoldaşlar danışmadan zəhmət olmasa mən söz verəcəm. Digər əlləri sala bilərikmi zəhmət olmasa? Burada başqa əllər də var. Kim ki yeni sualla bağlı cavab vermək istəyir, o əl qaldırsın. Buyurun Şəfqət xanım. Hər vaxtınız xeyir olsun. Evet, Sualınıza cavab olaraq təbii ki, yazılı formasını və ya sənədləşmə hissəsini yoldaşlarımız bildirdi, amma real hissə mənə görə daxili müsahibə əsasında və ya daxili seçim əsasında ola bilər. Çünki şirkət daxili də biz seçim edə bilirik, vakansiyaya uyğun namizəd seçə bilirik və düşünürəm ki, bu real işə qəbul prosesi olar. Yəni hər hansısa bir sənədləşmə olmadan, demirəm tanış üsulu ilə, sadəcə daxili formada bir müəssisədə elan verərək ola bilər vakansiya, ştat dəyişikliyi və vəzifə dəyişikliyini də biz bura daxil edə bilərik, ya da ki, daxili müsahibə, daxili elan əsasında bizim bəli, vakansiyalardan, iş elanları saytından deyil də digər tərəfdən daha tez nəticə aldığımız bir üsul ola bilər. Mənə görə bu digər real hissədir. Çox sağ ol Şəfqət xanım məlumat üçün. Kiməsə söz vermədən bu qeydi bildirmək istəyirəm. Yoldaşlar, ən başda webinarın məqsədi hissəsində bir şey vurğuladım. Aranızda bu sahədə təcrübəsi olan və ya bu sahəni bilənlər də var, bilməyənlər də var. Ona görə mən verdiyim sualları ilkin növbədə biraz dəyaz düşünün. Dəyaz düşünün dediyim nədir? Mən burada heç təcrübəsi olmayana daxili işə qəbulla bağlı əmin olun ki, sual vermərəm. Yəni kağız üzərində dediyimdə bir metafora var əslində. Metafora da deyil əslində bu. Yəni Şəfqət xanım nəyə görə dedim? Yəni siz biraz qəliz hissədən məlumat verdiniz, ona görə edirəm. Yəni mənim verdiyim, indidən sonra verəcəyim sualları çalışın biraz çox çətin sual kimi düşünməyin ya da çox dərinliyinə enməyin. Mənim dediyim odur ki, işə qəbul sahəsi, baxın burada aramızda bu sahədə çalışmaq istəyənlər var, kifayət qədər də çoxdur. Amma onlar işə qəbul deyəndə ağıllarına nə gəlir? Necə təsəvvür eləyir? Nə iş görəcəyini düşünür? Bu baxımdan deyirəm ki, bu nə iş görəcəyini... Bəli. Yəni bu nə iş görəcəyini düşünürlərin bəziləri deyir ki, baxın elə mən burada qeyd eləmişəm. Gəlin elə mən özünü cavablayım. Cavablayım deyəndə cavablamayım, prezentasiyadan sadəcə göstərim. Kağız üzərində dediyim budur. Mən deyəndə ki, hansı sahədə inkişaf eləmək istəyirsiniz və ya ümumiyyətlə işə qəbulda hansı işləri görürsünüz? Məsələn, bunlar qarşıma çıxır və ya sizin də yəqin ki, qarşınıza çıxır. İşə qəbulun ehtiyacının müəyyən edilməsi, vəzifə tələblərinin təhlil olunması. Amma bunu ayırmışam. Nəyə görə? Çünki əslində işə qəbulçu çox yaxşı olar ki, elə kağız üzərində də bunları eləsin və bilsin, amma çox təəssüf ki, bu olmur. Biz işə qəbul deyəndə, ya da kimsə işə qəbulçu olmaq istəyirəm deyəndə, işə qəbulu bundan ibarət olduğunu düşünür. Vakansiya elanının verilməsi, müraciətlərin idarə olunması, CV-lərin analizi, namizədlərin müsahibəyə dəvət olunması, intervyu, namizədlərlə görüş və sonra da namizədin işə cəlb edilməsi. Kim işə qəbulun bu olduğunu düşünür? Sual. Yəni burada bu arada budur işə qəbul. Söhbət ondan getmir. İşə qəbul elə budur əslində. Amma yəni kim bunu belə təsvir edir ki, elə budur da işə qəbul. Mən. Vay xanım, əla. Əvvəl mən fikirləşirdim belədir, indi daha o sualdan sonra fikirləşmirəm. Okey, əla. Elə məmnuniyyətimiz də odur. Jale xanım, buyurun. Əl qaldırıb da Jale xanım, mən səhvimi görürəm. Hadi Əfqan bəy, buyurun. Bəli, əl qaldırmışdım, amma sualın cavabı olaraq, yəni mən də belə olduğunu düşündüyüm Hə, super, əla, təşəkkürlər. Əfqan bəy, buyurun. Hamı elə bir ki, belə olduğunu düşünürəm, əl qaldırıb. Okey, yoldaşlar, mən üçün sualı özüm verdim, amma yanlışam. Buyurun. Aygün xanım. Məncə, namizədin şəxsi xüsusiyyətləri də önəmli rol oynayır. İşə qəbulçu kimi deyirsiniz, yoxsa necə? Yəni, işə qəbul edərkən kimisə namizədin şəxsi xüsusiyyətlərini də nəzərə almalıdır və məncə... Bəli, tamamilə doğrudur Aygün xanım. Yəni, təbii ki, biz heç şübhəsiz işə qəbulçu kimi bir namizədi qiymətləndirərkən həm bilik bacarığını, həm də onun şəxsi keyfiyyətlərinin vəzifə üçün və şirkət üçün, şirkət dəyərləri üçün uyğunluğunu mütləq şəkildə yoxlamalıyıq. Buyurun Əfqan bəy. Hesabda yazmışsınız, deyəsən, mən birazdan oxuyacağım əgər, ya da istəyirsiniz gəlinlikdə oxuya bilərəm əslində bunları. İşçinin iş adaptasiya olması prosesində işə qəbulun bir hissəsidir. Bəli, doğrudur.
Yazılan vakansiyanın bütün tələblər qeyd olunur. Okey, yoldaşlar, bunu nəyə görə qeyd eləmişik? Mən düzdür, baxmayaraq ki, deyirəm ki, daha izah edici danışacağım, amma indiyə qədər ki, öz danışığımdan özüm razı deyiləm, nə baxımdan, çox da izah edici getmirəm, biraz qarışıq gedir proses. Dediyim kimi, xüsusi bir ardıcıllıq müəyyənləşdirməmişəm, ona görə belə qarışıq olur, amma narahat olmayın. 2-3 dəqiqə ərzində artıq hər bütün suallara cavab tapmağa başlayacağıq. Okey. İşə qəbul prosesi əslində, bəli, bir tələb gəlir şirkətdə. Ümumiyyətlə, gəlin bu lori dildə bir dənə, burada sıfır təcrübədə olanlar da var. Bilməmələri də çox normaldır. Gəlin onlar üçün biraz lori dildə deyə izah edək də. İşə qəbul nədir bilirsiniz, yoldaşlar? Mən deyək ki, bir şirkətim var. Ya da şirkət qurmuşam və ya qurmamışam da, deyək ki, var. Nə bilim, nə satıram deyək. Elə HR option üzərindən gedək də, ya da HR option üzərindən getməyək də. İndi bizdə təlimdir, məhsul üzərindən gedək hansısa. Deyək ki, telefon satıram. Telefon satmaq üçün mən şirkətin rəhbəriyəm. Mənə bir satış əməkdaşı lazımdır. Mən işə qəbul əməkdaşını çağırıram. Deyirəm ki, qardaş, mənə git satış əməkdaşı tap bazarda. Satış əməkdaşı tap deyərkən, təbii ki, müəyyən kriteriyaları müəyyənləşdirirəm ki, bu satış əməkdaşının saçı belə olsun. İndi saçı nümunəsini verməm doğru deyil, amma saçı nümunəsini verən rəhbərlər də var. Deyək ki, bu təhsilli olsun, bu bilik bacarıqlı olsun, iş təcrübəsi bu qədər olsun, bu ünvana uyğun olsun. Məsələn, ya da xüsusilə təhsillə bağlı deyə bilərəm ki, bu universitet məzunları olsun. Nə bilim, 800 manat əmək haqqıya uyğun olsun, artıq nədirsə. Bunu deyirəm və işə qəbul əməkdaşı da bu mənim sadalarımı qeyd eləyir, sadə dildə izah etməyə çalışıram bu arada. Bu yazdıqlarımı qeyd eləyir, bunu gedir hansısa bir elan platformasında paylaşır, ona müraciət edən CV-lərə baxır, daha sonra bu CV-də o elanda yazdıqlarına uyğun olan təcrübədir, nə bilim, yaşdır, ünvandır, daha əvvəl gördüyü işlərdir, artıq dil bilikləridir, nədirsə, uyğun olanları çağırır müsahibəyə. Müsahibədə ya özü, ya da rəhbəri ilə birlikdə ona müəyyən suallar ünvanlayır. Bu işi görmüsünüzmü, bu əmək haqqına razısınızmı kimisindən? Və daha sonra uyğundursa da, indi bir nəfərlə görüşmür də, deyək, 10 nəfərlə görüşür. Daha sonra da onu işə qəbul edir. İşə qəbul prosesi əslində bundan ibarətdir. Belə biraz kobud formada, amma və prosesi belə çox sadə şəkildə izah edəcək olsa, bilməyənlər üçün deyirəm. İşə qəbulçu nöqtəlikləri budur. Daha sonra işə qəbul olundan sonra etməli olduqları var, o ayrı. Amma bu uğurlu işə qəbulçu davranışıdırmı, ya da nələr bura əlavə olunduqda siz o arzu elədiyiniz şirkət, o arzu elədiyiniz vəzifə, o arzu elədiyiniz əmək haqqı edirsiniz. Biz indi buna değinəcəyik. İşə qəbul, yəni mənim dediyimdir. Nuray xanım, söz verəcəm qaldırırsınızsa birazdan. Yəni, işə qəbul mənim dediyimdə əslində çox sadədir də, çox sadə bir prosesdir. Yəni, görməli olduqlarımız işlər əslində bəllidir. Amma uğurlu işə qəbulçudurmu bu, ya da işə qəbul bundan mı ibarətdir? Bu o deməkdir ki, mənim dediyimdən ibarətdirsə əgər, mənim lori dildə izah elədiyimdən, hamı işə qəbulçu ola bilər deməli, yox. Belə çıxır da, nə var ki, rəhbər deyəcək, yazacağım, elan verəcəm, gözləyəcəm, CV gəlsin, CV gələcək, hamı eləyə bilər bunu. Kağız üzərində işə qəbul, bəli, budur. Çox rahat. Mənə deyirlər, onu tapıram, çağıram, görüşürəm, bilirsən, bilmirsən, işə götürürəm, sonra o çıxır, tələsi gəlir. Çox rahat. İşə qəbul sadəcə çox rahatdır. Proses olaraq çox rahatdır. Gəlin görə reallıqda necədir, keçmədən öncə kimsə əl qaldırırdı. Sualınız varsa buyurun. Yoxdur, okey, keçdik onda. Bunu nəyə görə izah edirəm? Gəlin onu da deyim sizə. Aydın olsun da ki, nəyə görə bunu deyirik? Çünki sizdə suallar var da ki, bu sahəyə ümumiyyətlə uyğunam, uyğun deyiləm. Ya da bu sahəyə necə uğurlu ola bilərəm? Ya da nəyə görə müsahibəyə gedirəm? Mən də işə qəbulçu olmaq istəyirəm. O da işə qəbulçu olmaq istəyir. Amma onu götürürlər, məni götürmürlər. Düzdür, bunun səbəbi 1000 dənə ola bilər. Mən onu demirəm. Mən indi deyəcəm, nəyə görə bunu dediyimi deyəcəm. Onu götürürlər, amma məni götürmürlər. Ya da mən də işə qəbulçu olmaq istəyirəm. Elə gedim bir 10 saatlıq təlimə, 15 saatlıq təlimə ya da internetdə bir dənə girim görüm işə qəbulçu nədir və uğurlu olum. Ya bu deyil. İndi nədir? Ona yəni yavaş-yavaş deyinək. Uğurlu işə qəbulçu odur ki, mən sizi necə görüm? Mən sizi görə bilmirəm, biraz narahatım ona görə. Nəysə, bir də danışım. Uğurlu işə qəbulçu kimdir bilirsiniz, yoldaşlar? Bu dediklərimi bu arada belə Quran ayəsi kimi qəbul eləməyin. Çünki mən bunu lori dildə izah edirəm. Bütün məsələlərin korporativ dəyər, mühit, etikaya, biznes etikasına uyğun kimi düşünün. Mən burada elə bir ki, biraz sərt yazmış ola bilərəm, indi daha aydın olsun deyə. İşə qəbulçu heç də rəhbər deyəndə ki, mənə 800 manatlıq, nə bilim, 5 il təcrübə ilə, rus dili biliyi ilə Göygöz xanımı tapmaq lazımdır ki, biz satış əməkdaşlığı kimi onu dəyərləndirəkdən ibarət deyil.
Bəzi tələblər olur ki, uyğun olmur. Keçən dəfə bir işə qəbulçu ilə müsahibə götürürəm. Deyirəm ki, bəs sizdə vakansiyalar, ümumiyyətlə hansı vakansiyaları tapılmaqda çətinlik çəkirdiniz? Ya da ümumiyyətlə sizin üçün çalışdığınız şirkətdə bağlamaqda ən çox, yəni namizəd cəlb etməkdə ən çox çətinlik çəkdiyiniz vakansiya hansıdır? İndi mən nümunələri biraz şərti olaraq deyəcəm. Yəni nümunə realda da vakansiya adlarını fərqli deyə bilərəm. Deyir ki, satış əməkdaşı. Deyirəm nəyə görə? Deyir ki, misal üçün bizdə bu vəzifə öhdəlikləri var idi. Nə bilim, bu qədər təcrübə tələb eləyirdik, bu qədər dil biliyi tələb eləyirdik, amma əmək haqqı az idi. Mən dedim, nəticədə nə olurdu? O dedi ki, vakansiyanı gec bağladıq. Bu bir. Uyğun olmayan tələb. İndi mən deyinəcəm ən sonunda nəyə görə bunları danışırıq. 2. Ümumiyyətlə kim nə iş görmədi, hələ bilinmir. Yəni bir vakansiya elan eləmişik, vakansiya üzrə namizədi biz dəyərləndiririk, amma o hər şey şünasdır da. Elə ki, uyğun oldu, olmadığı bütün vəzifə öhdəlikləri var adama. Hansı ki, mən də namizədlə müsahibədə götürürəm, o gəlib marketinq sahəsinə, ya da elə HR-ın işə qəbul sahəsinə. Mən ona əməliyyat işlərində gördürürəm, mən ona deyək ki, mühasibatlıq işlərində gördürürəm, mən ona öz şəxsi işlərimi də gördürürəm və mənə tələb gəlib ki, bu işləri bilməlidir. 3. Axtarış kanalı. Bir vakansiya, məsələn, tort ustası vakansiyasını job search-də tutaq ki, paylaşır. Gəlin, mən sizi görə-görə gedəcəm ümumiyyətlə. Belə mənim üçün daha rahat olur. Axtarış kanalı. Tort ustası paylaşır job search-də. Gözlük CV gəlsin. Tort ustası üçün siz nə düşünürsünüz? Hansı axtarış kanalları uğurlu olar? Tort ustası üçün? Bəli. Job search ümumiyyətlə uyğun gəlmir. Hansı kanallar? Bir dənə sürətli. Yəqin Lalafo, Topaz. Facebook qrupları, WhatsApp qrupları, ya da nə bilim top pişirənlər, öyrədənlər bunu. Yəqin ki, bunlar uğurlu olar da. Daha çox, yəni bunlar uğurlu olar. Bunu bilməməyimiz çox normaldır. Sadəcə axtarış, gəlin mən bunu belə ümumiyyətlə danışacağım. Mən çünki sizi görmək istəyirəm həmçinin. Axtarış kanalları. Buradakı digər detallara indi birazdan biz değinəcəyik. Değinmədən əvvəl mənim sizə demək istədiyim nədir? İşə qəbulçu kimliyi bilirsiniz, yoldaşlar? Bunu yanlış anlamayın. Biraz da dava edən, biraz da tənqidi təfəkkürü olan. Yəni, kim işə qəbulçu ola bilər sualının cavabı, kim işə qəbulçu ola bilər sualının cavabı? Rəhbərlikdən gələn, ya da o şirkətə getdikdə işlərin görülmə şəkli ilə razılaşan işə qəbulçu deyil. Necə ki, mən görüşdüyüm işə qəbul sahəsinə, HR sahəsinə müraciət edən namizəddən soruşuram ki, bəs belə bir problem var idi, nə etdiniz bu ilə bağlı? Namizəd deyir ki, valla bizdə prosedur belə idi ki, biz bunu eləməliyik. Dedim, bəs sizin nəsə töhfəniz olub mu? Olmuyor. Heç də deməyib. Yəni, ona deyiblər ki, misal üçün 800 manata bu adam tapılmalıdır, o da oturub axtarıb ancaq ki, 800 manata bu adam var, nə vaxt müraciət edəcək, necə müraciət edəcək və oturub gözləyir. Bu, uğurlu işə qəbulçu davranışı deyil. Bunu belə izah eləmək istəyirəm sizə. Bunu rəqəm söz verəcəm sizə. Bunu belə izah eləmək istəyirəm sizə. Bir dəqiqə. Uğurlu satış əməkdaşını təsvir edin. Burada nəsə əksiklik görürsünüz? Oxuyun bunu. Uğurlu satış əməkdaşı. Yəni sizcə bu satış əməkdaşı yaxşıdır, öz işini görür? Yox, mən bu arada tuzaq sualı da ola bilər. Yəni nə var? Hər şey var. Yəni azdır axı. Yox, yəni WhatsApp üzərindən ancaq sosialla əlavə yerlər də olmalıdır da özünün. Yox, deyək ki, bizdə ancaq sosial media və hələ ki WhatsApp-dır. Yəni burada nə çatışmır? Bəli, başqa nə çatışmır sizcə? Ünsiyyət. Saat. Yox, ümumiyyətlə mən nə demək istəyirəm? Sizcə, yəni bu işi görən əməkdaş sizcə uğurludur mu? Sualım odur. Bu işi görən əməkdaş uğurludur mu burada yazdığım eləyən? Yəni gülərüzdür, müştəri yönümlüdür, operativdir, diqqətlidir. Yəni o əməkdaşın profilini sizə izah edirəm. Və nə edir? WhatsApp-dan, sosial mediadan bu şirkətə müraciətlər gəlir məhsulla bağlı. Operativ şəkildə cavablayır onları, sürətli geri dönüş edir, müştəri məmnuniyyətini qorumağa çalışır, şirkət məhsulları ilə bağlı müştəri ehtiyacına uyğun olaraq məlumat verir. Gülərüz niyə olsun ki, WhatsApp-da cavablayırsan? Yox, indi Məncə düzdür. Hər insanda o qədər cəmlənməsi. Dolayısıyla əgər qalacaq zəhmət olmasa, səslər qarşında dilinizi eşitmək olmur. Asimə, buyurun. Əslində çox yaxşı mövzuya toxunmusunuz. Mən bununla bağlı həmişə mağazalara gedəndə satıcıların ən böyük problemini görürəm. Təsəvvür edin, mən məhsulu saytdan baxmışam, almaq istəyirəm, mağazaya daxil oluram. Satıcı mənə deyir ki, buyurun, nə ilə maraqlanırsınız?
Mən heç nə ilə maraqlanmıram. Mən cibimə pulu qoyub almağa gəlmişəm. Satıcının satış bacarığı yoxdur. Ən böyük problem ondadır. Elanda qeyd olunanlar müştəri ilə gülərüzlü ola bilər, sərt də davrana bilər, amma bu hamı üçün keçmir. Yəni bəzi müştəri var, ona dərin məlumat verəndə satış olunur, bəzi müştəri var, ona soyuq davrananda satışa meyllidir. Qeyd olunmayan, əski olan ən önəmli bacarıq onun satış bacarığının olmağıdır. Yəni sadəcə məlumat vermək kifayət eləmir. Məlumatı onsuz da indi informasiya dövrüdür. Hər kəs ChatGPT-dən o məlumatı ala bilir. Satıcı mağazaya daxil olanda ən birinci soruşmalıdır ki, nəyi almaq istəyirsiniz? Və onda bilirsən ki, doğrudan da almağa gəlib və onun xarakterinə uyğun ona təsvir eləmək lazımdır məhsulu. Bəli, çox sağ olun Asim bəy məlumat üçün. Təşəkkürlər. Baxın, burada yoldaşlar, vurğu eləmək istədiyim nöqtə əslində elə Asim bəyin dediyidir. Bu, ola bilər ki, satış əməkdaşının etməli olduğu olsun. Amma uğurlu satış əməkdaşıdırmı bu? İndi mən üzr istəyirəm, mən özümdə belə yazmışam qeyd kimi. İndi mən satış adam deyirəm, ona görə bir özümdən kopya çəkirəm. Düzdür, əslində buna ehtiyac yoxdur, belə deyə bilərəm. Sadəcə mən də yazmışam ki, uğurlu satış əməkdaşı, yəni görəsən necə olmalıdır? Heç ora baxmayım, okey, belə deyim. Baxın, uğurlu satış əməkdaşı bəli, müştəri ehtiyacını bilməlidir. Müştəriyə operativ geri dönüş eləməlidir. Onu deyək ki, geniş məhsulla bağlı informasiyanı ona verməlidir. Amma bu heç də hələ uğurlu satış əməkdaşı profilini formalaşdırmır. O daha sonra nə edə bilər? Kampaniya təklifi verə bilər. Müştərinin deyək ki, məhsulu aldıqdan, məhsulu deyək ki, satışını elədi. Satdıqdan sonra, bir ay sonra məhsulun keyfiyyəti ilə bağlı sorğu eləyə bilər. Və ya indi ilə kopya çəkdiyim yerlərdən deyil. Daha sonra həmin müştərilərə yenə də toxunuş edə bilər ya fərqli məhsullarla bağlı. Yəni, satış əmək, yəni bu dediyimiz, baxın yoldaşlar, burada yazdığım mənim, bu operator işidir əslində. Bu satış əməkdaşının vəzifə öhdəliyi deyil. Bu operatorun vəzifə öhdəliyidir. Məlumat verir sadəcə. Məhsulla bağlı məlumat verir. Amma satış odur ki, mən bu məlumatı verdim. Verdikdən sonra deyək ki, öz ehtiyacını soruşdum. Ehtiyacını soruşdan sonra təkliflərimi verdim. Təklifi verdim, deyək ki, satış etdim. Satış etdikdən 3 həftə, 1 həftə, 2 həftə sonra həmin məndən aldığı məhsul və ya xidmətlə bağlı, narazı və ya razı olduğu ilə bağlı bir məlumat aldım. Sonra aya uyğun deyək ki, bu ay qış aylarıdır, nə bilim, hansı kampaniyanı, endirimi təklifini irəli sürdüm. Sonra təklif elədim ki, hətta müştərilərə ad günü ilə bağlı bir təbrik mesajı göndərək, daha da onları özümüzə layihə edək. Sonra təklif verdim ki, ad günü ilə bağlı həm də bir endirim edək. Yəni, o da satış əməkdaşıdır. Demək istədiyim odur, nəyi demək istəyirəm? İşə qəbulçuya gəlirik biz buradan. Bu da satış əməkdaşıdır. O da satış əməkdaşıdır. Buyurun Nuray xanım. İşə qəbulçu bu dediklərinizin hər birini tekstdə necə əks etdirməlidir? Yazı olaraq. Gəlyon. Hə, siz şey deyirsiniz. Bu dediyim vəzifə öhdəliyidir Nuray xanım. Bu deyək ki, yazıldı ki, bunları eləməlidir. Daha doğrusu bunlar yazılmır da. İndi ad günü ilə bağlı təkliflər yazılmayacaq əlbəttə orada. Mənim demək istədiyim odur ki, işə qəbulçu o şəxsdir ki, baxın, bunları bir-birində sizdən gedək. Baxın, burada mən yazmışam. Yəni, işə qəbul sahəsi CV analizi deyil. Bunu ona görə deyirik ki, bu arada siz bu sahəyə gələcəksiniz. Bu sahəni ilə düşünməyin ki, siz deyəndə siz və sizin timsalınızda indi burada digər şəxslər və ya burada çalışır. Mən bunu izah etməyə başladım, kimsə əl qaldırıb birazdan söz verəcəm. Yəni, işə qəbul nədir bilirsiniz? Uyğun olmayan tələblər olunma rəhbərlə gedib dava eləyən adam. Bu etik davadan gedir, yanlış anlamayın. Yəni, orada konflikt ola bilər. Bəli, orada hətta dava da ola bilər ki, qardaş, sənin istedadın yoxdur. Bu tələblər qalıb sənin dövründə. Sən 15 ilə bir mütəxəssis olmuşsan, 600 manat işləmirsən, hal-hazırda yoxdur o mütəxəssis. İşə qəbulçu bu xarakter olmalıdır və bu cümləni qura biləcək adam olmalıdır. Kim nə iş görməlidir, bəlli olmayan situasiyada bəli, vəzifə öhdəlikləri və vəzifə təlimatlarını yenidən yaza bilməlidir və bu ilə bağlı təklif verə bilməlidir. Və ümumiyyətlə bu prosesdən məlumatlı olmalıdır. Bu arada biz, indi kimsə burada bəlkə də deyək ki, şirkət adını şərti olaraq çəkirəm. Bəlkə də Veysaloğlu'da çalışır, orada vəzifə təlimatlarını işə qəbulçu yazmır. Amma biz hamımız Veysaloğlu'da çalışmırıq da, ya da sabah gelib Veysaloğlu'da işə başlamırıq. Şərti olaraq Veysaloğlu olsun, Sokar olsun, Banklar olsun, Avrora olsun, nə bilim, Ayzərimeyt. Biz bunlardan danışmırıq da. Yəni, hamımız bu şirkətlərdə də işləmirik. Ki, saydığım şirkətlərdə də bəlkə də vəzifə təlimatlarına yenidən baxış keçirilməlidir. Demək istədiyim odur ki, işə qəbulçu CV elanı, CV analiz edən, elan verən, nə bilim, namizədlə gələndə salam, xoş gəlmişsiniz, necəsiniz, bundan ibarət deyil. İşə qəbulun bu tərəfi də var, reallığı var işə qəbulun. Bunları öyrənmək, bu keyslərin üstündə işləmək lazımdır. Ya da ümumiyyətlə işə qəbulçu olaraq bunlardan məlumatlı olmalıyıq və bunları bilərək bu sahəyə gəlməliyik və bu sahədə bunlara diqqət eləməliyik. Başqa, bəli, axtarış kanalı dedim. Təcrübəmdə olub ki, tabeliyimdə olan əməkdaşa bir vakansiya vermişəm.
Bir həftə keçib, 2 həftə keçib, soruşmuşam ki, bəs nədir müraciət? Dedi, yoxdur müraciət. Deyirəm, neynəmisiniz, bəs müraciət yoxdur? Deyir, filan platformalarda elan vermiş. Məsələn, elektriklə bağlı bizim bir vakansiyamız olmuşdu. Elektrik vakansiyası verib. Amma elektrik vakansiyası job search-də olmaya bilər. İndi baxır hansı elektrikə, o da ola bilər. Ya da 3 dənə CV gələ bilər. Yəni, işə qəbulçu elan verib CV gözləyən adamı demirlər. 30 il əvvəl job search var idi, yoxsa nə bilim, internet mi ümumiyyətlə bu qədər inkişaf eləmişdi, ya da hamının telefonu mu var idi, ya da Instagram mı var idi, yox idi. O vaxtlar və şirkətə işçi necə gəlirdi? Necə işçi işə götürürdülər? Yəni, avtobusda verərdilər, yaxın ərazidə verərdilər. İndi biz demirik necə vermək lazımdır. Onu təlimdə deyək ki, müzakirə edəcəyik. Demək istədiyim odur ki, yəni işə qəbulçu job search-də elan verən adama demirlər, ya da siz elə düşünməyin ki, elan verəcəksiniz, oturub gözləməlisiniz ki, CV gələr, görüşərik. Rəhbərə də deyəsiniz ki, vallahi yoxdur müraciət, gəlməyib müraciət. Eyni ilə satış əməkdaşına getsək, nə bilim, məhsul satır, bir məhsul almaq istəyən yoxdur, müraciət yoxdur çünki. Eyni məsələdir. Alternativ axtarış kanalları anlayışı var da, ki, hardan tapa bilərik? Yoxdur, job search vermədi, LinkedIn vermədi, nə bilim, o birisi vermədi, əraziyə getdim, McDonald's-a getdim, oradakı əməkdaşı tapdım, nə bilim, Zara'dan satıcı götürdüm, nə bilim, tort ustası getdim, Azzadan tapdım, götürdüm. İşə qəbulçu dediyimiz budur. Sonra, ünvan göndərilməyib ya da yanlış ünvan, bunu nə görə qeyd eləmişəm? Bunu soruşmaq ki, hətta burada da diqqətli olmaq lazım deyə göndərmişəm, amma buna birazdan deyinərik, problem yoxdur. Yəni, işə qəbulçu hətta burada da diqqətli. Yəni, işə qəbulçu ünvan göndərilməyib, yanlış ünvan göndərilib, namizəd gəlmədi, namizəd imtina elədi. Test mərhələsi deyilməyib, namizəd gəlmədi və ya gəldi, razı olmadı və ya imtina elədi. Ya da test mərhələsi deyilməyib deməyək, gəlin bu sualı belə dəyişdirək. Rəhbər deyib ki, birinci namizədlər test olunmalıdır. Niyə? Test olunmalıdır, IQ səviyyələri yaxşı olmalıdır. Hansı vakansiya üçün? Deyək ki, reception üçün. Resept hər birində ola bilər, məsələn, onun ibarət deyil. Hər birində IQ nəticəsi, daha doğrusu IQ-sünün yaxşı olması ya da ingilis dili biliyinin yaxşı olması istənilə bilər. Amma nə qədər ciddi meyardır? İşə qəbulçu odur ki, desin ki, müəllim, mən sizi başa düşürəm, yəni çox yaxşı olar ki, bəli, hamısı ingilis dilində bilsin. Amma bu vakansiya üçün prioritetimiz odur ki, o müştərini reception olaraq normal qarşılaya bilsin, normal məlumat verə bilsin, yönləndirə bilsin, telefonu vaxtında cavablaya bilsin deyək ki, müştəri ilə kobud danışmasın. Ya da indi kimdirsə də reception yaxınlaşın. Test mərhələsi deyil, müəllim. Mən test mərhələsi edirəm, siz deyəcəksiniz ki, bunu 50% uğursuz olan namizədlə mən görüşmək istəmirəm, mən itirəm yaxşı namizədlərimi. İşə qəbulçu buna etiraz edən adamdır. Etiraz edə bilmə bacarığı olan adamdır. Uğurlu işə qəbulçudan gedir. Bunu deməyən də işə qəbulçu ola bilərmi? Bəli, əlbəttə ola bilər. Daha sonra, namizəd gəldi 1 saat gözləməlidir. Bəli, burada namizədin gəlmə vaxtı ilə bağlı planlamasını edən və ya deyək ki, namizəd göndərib hansısa filiala, o filialda bəlkə namizədi 1 saat gözlədiblər. Bu ilə bağlı öncədən deyək ki, planlaması olan və ya orada kimisə koordinasiya üçün komanda yoldaşını göndərən və ya həmin filialda kiməsə tapşırığı verən adamdır işə qəbulçu. Rəhbərsiz uyğun sual verməməsi üçün deyək, çalışan. Yəni, rəhbər sual verə bilər, amma ikinci dəfə rəhbərin uyğunsuz sual verməyi, bu rəhbər deyəni şirkət rəhbəri CEO-dan getmir. Ondan da gedə bilər, bəli. Onun da deyək ki, bir nöqtədə ixtiyarı yoxdur ki, mənim tapdığım uğurlu namizədləri sırf uyğunsuz sual verərək işdən uzaqlaşdırsın. Çünki nəticədə mən əziyyət çəkirəm orada, HR olaraq, işə qəbulçu olaraq. Amma burada indi mən həm də digər rəhbərlə nəzərdə tuturam. Satış rəhbəri uyğunsuz sual verir, namizəd deyir ki, əziyyətlə 1 ay namizəd axtarmışam. Rəhbər qəribə bir dənə sual verib, namizəd deyib ki, mən sizlə işləmək istəyirəm. Niyə sizin rəhbər belə idi, ya da belə suallar verdi, ya məntiqsiz idi, ya məntiqli idi sualları, nədirsə və namizədə çıxdı getdi. Mənim əziyyətim qaldı özümün. İşə qəbulçu bu vəziyyəti düzgün koordinasiya, kommunikasiya eləyən, hətta o sualın verilməməsi üçün çalışan adamdır. Rəhbər görünüşünü bəyənməyə bilər, geyimini bəyənməyə bilər. Bu vəziyyətdə, indi bunları niyə dediyimi bu arada birazdan mən açıqlamasını verəcəm. Mən bəlkə də aydındır, amma yenə də bir açıqlama verərəm. Görünüşü bəyənməyəndə, geyimi bəyənməyəndə, nə bilim, konsultant olaraq mı deyim, bir işə qəbulçu olaraq mı deyim, bir peşəkar olaraq mı deyim, rəhbərin qarşısında prioritetlərimizin nə olduğunu ona deyən adamdır işə qəbulçu. Və eyni zamanda bu sadaladıqlarım indiyə qədər olan hər birinizin təcrübənizi görəcəyi keysdir. Yəni, bu vəziyyətlər var, hələ 8 dənə demişəm, indi bir 8 dənə də deyəcəm. İşə qəbulçu olaraq, siz işə qəbulda çalışdıqda, HR olaraq, baxın, bu keyslərin hər birini görəcəksiniz. Yəni, işə qəbul heç də bizim kağız üzərində gördüyümüz vakansiya elanı, müraciət, CV analizi,
müsahibəyə dəvət, intervyu namizəd işə götürdüyündən ibarət deyil. Bunların hər biri bu arada demək olar ki, konfliktli mövzudur. Hər birində təcrübədə yaşamışam. Bunlar mənə hər biri mənə zövq verib. Yəni burada bir nəticə əldə etmək. Çünki konflikt dediyim biz belə əlbəyaxa davaya çıxmamışıq. Bəlkə çıxdığımız da olub, əlbəyaxa olmasa da ümumiyyətlə belə hərarətli müzakirələrimiz də olub. Amma işə qəbulun reallığı baxın bunlardır. CV analizi ilə ibarət deyil. İşə götürüldü müəyyən olur ki, bizə lazım deyil. O qədər olub ki, təcrübəmdə. Və belə qalırsın namizədin qarşısında. Mən neyniyim indi? Namizəd gəlib, sənədlərini də gətirmişik, işə də götürmüşük, müsahibədə o qədər vəd vermişik, nə bilim, belə eləmişik. Rəhbər sabah deyir ki, Coşqun, yox, əslində bu vakansiyanın falan kəsi tapşırarıq, bu olmur, bu tam tuta bilməyəcək söhbət. Biz demişik, bu indinin bugün danışdıq yəni bunu. Yəni, daha doğrusu, indi deyiləcək mövzu ya da müzakirə olacaq mövzudur bu. Biz adam işə götürmüşük ya. Biz nə deyək ona? Mən bu qədər namizədlərlə bütün günü güləriz, o qədər CV-yə bax, o qədər deyilə, vakansiya ştat ümumiyyətlə ləğv olunur ki, ehtiyac yoxmuş belə bir adama. Mən bu arada əl qaldırırsınız, bəlkə də orada səslər gəldi. Birazdan dönəcəm, bir dənə bu hissəni keçək. Namizəd tapmışam, gəlib başqa vəzifə öhdəliyi tapşırılıb namizədə. Namizəd edir ki, işdən çıxıram. Bu arada mən işə qəbulçu kimi deyirəm də bunu. Mən işə qəbulçuyam, reallıq mən nə görürəm? Mən bunları görürəm. Bu arada bu pisləmək üçün deyil, mən bunlardan zövq alırım. Bunları həll edəndə də zövq alıram. Bu işin bir maraqlı hissəsidir. Və elə bir ki, o həqiqətən də o işə qəbulla bağlı bu dediyim problemlərin qarşısını almaq ümumiyyətlə daha çox zövq verirdi mənə. Başqa namizəd tapmışam əziyyətlə, rəhbər nə bilim, fərqli vəzifə öhdəlikləri tapşırıb bir dəfə yox da, yəni başqa iş gördür adamı. Adam gəldir ki, vəzifə artımı istəyirəm və ya əmək artımı istəyirəm və ya ümumiyyətlə mən işləmək istəmirəm. Nəyə görə? Qardaş, mən bu işlər üçün gəlmişəm, mənə bu işləri gördür. Daha bir müzakirə mövzusu deyək, problem mi deyək, konfliktli mövzu mu deyək artıq. Daha sonra, digər əməkdaşların yanında tənqid edir. Əziyyətlə işçi tapmışıq, tapılmayan bir vakansiyadır və ya tapılan vakansiya olsun deyək, məsələ o deyil ki, çətin vakansiya olsun, deyil çətin vakansiya, elə receptiondur və ya deyək ki, operatordur və ya call centerdir deyək, indi çox çətin deyil də bunları tapmaq, çox böyük kvalifikasiya, yəni bilik, bacarıq tələb olunmur. Tapmışıq, rəhbər tənqid edib. Gəl işçini razı sal ki, olan iş həyatıdır, olur bəzən, o rəhbər əslində elə deyil, o motivasiya verəndir. Gəlin başlayın ki, bu vəziyyətdən çıxarsın ki, mən necə indi əldə saxlayayım. Çıxsa geçsək, mən təzədən oturub, onsuz da 10 dənə vakansiyam var. Gəl 11-ci vakansiyanı mən oturub 11-ci vakansiyanı axtarış eləməliyəm, belə deyək. Bir dənə də vakansiya əlavə olacaq. Yenə deyəcəm, mən deyəcəm, gözünüz qorxmayıb da. Mən isə qaydım görüm, bir 20-yə inməmişik buradan. Biraz azalmışıq deyəsən. Gözü qorxub çıxanlar var burada. Gözünüz qorxmasın. Nəyə görə dediyimi deyəcəm sizə. Daha sonra digər əməkdaşın yanında tənqid dedik. Özünə daha çox bonus yazıb. İndi mən bunların üstünə biraz sürətli keçim. Cərimə yazıb. Heç xəbərdarlıq eləməyib namizədə, daha doğrusu əməkdaşa cərimə yazıb. Əməkdaş da deyir ki, mən niyə cərimə yazdım? Heç nə. Belə bir dənə vəziyyət. İndi gəl Coşqun otur o vəziyyəti namizədlə elə danış, rəhbərlə elə danış ki, adam çıxıb qaçmasın, getməsin, təzədən yoxsa axtaracaqsan namizədi. Namizədə yaxşı namizəddir. İşə qəbul prosesini dəyişdiyi, əvvəlcə testi, bunu biraz qabağa deyindim. Əslində, iş qrafikini dəyişir. Deyirdi, səhər-smen, indi günorta smen. Adamı götürmüşük, səhər-sməndə smenini dəyişir. Həmin öz meneceri deyək. Namizədləri bəyənmədi, əldə onların. Vakansiyamız var, namizəd göndərirəm, qəbul eləmir, o ona görə uyğun deyil, bu buna görə uyğun deyil. Hansı ki, işçi çatışmazlığı var. Əldə olanlar da artıq 1 həftə, 2 həftə, 3 həftə əlavə yükləniblər. Çünki kimsə gəlməlidir, axı vakansiya var. Kimsə təyin olunmalıdır işə. Rəhbər o təyin olunmalı olan işçini bəyənmir deyə buradakılar hələ də yüklənir. Ona görə onlar da artıq başlayır şikayətlənməyə, onlar da gedə bilir. İşdən sonra saxlayır deyək. İndi bunu ən axırda qızartmışam. Ümumiyyətlə daha hansı level bir problemdir. Bunun artıq şeyi yoxdur. Demək ki, geri dönüşü olmur ki, təhqir edib. Bu arada burada ancaq rəhbərlərdən danışırıq. Amma ancaq rəhbər yox. Bu komanda yoldaşı da ola bilir, iş yoldaşı yəni ola bilir. Yoldaşlar, bunu gəlin indi mən bir dənə sizə qaydım, sürətli keçim, nəyə görə müzakirə edirik. Mən işə qəbul sayısını çox sevirəm bu arada. Baxmayaraq ki, bu qədər bayaqdan şikayətlənilmiş kimi görünürəm. Yox. Sadəcə, kimsə düşünürsə ki, biz CV paylaşacağıq, biz nə bilim, elan paylaşacağıq, daha doğrusu CV baxacağıq, elan paylaşacağıq, sonra namizəd gələcək, belə xoş görəcəyik. İşə qəbul reallığı bu deyil. Bu kağız üstündə elə olandır. İşə qəbul reallığı, mən dediyim кейslərlə qarşılaşmaq və onların həlli üçün çabalamaqdır. Çabalamaq dediyimdə yenə deyirəm, bu mənə çox zövq verir, əmin olun ki, sizə də bu proses, yəni HR-ı sevən biri üçün bu əslində bir problem deyil. Hətta dediyim kimi, onu həll eləmək, onların qarşısını almaq
daha çox zövq verir, daha çox motivasiya verir. Amma işə qəbulun reallığı bir növdə odur. Okey? Hə, kimlər uyğundur? Baxın, o məsələləri yəni məşğul olmağı sevən deməyim, problemi heç kim istəmir. Hər kəs istəyər ki, elə onlar olmasın. Ümumiyyətlə getdiyimiz şirkətdə o artıq oturuşmuş bir deyək ki, qayda, qanun, sistem olsun və ya artıq hər kəs öz işini düzgün qaydada bilsin. Amma uğurlu işə qəbulçu odur ki, bu proseslərin hər birini həll etməyə maraqlı olur və hətta özü təklif verir. Ola bilər ki, bunlar bu arada mənim problem dediyim şeylər əslində problem deyil. Mən deyirəm, işə qəbulçu kimi bunları problem etməyə lazımdır. Bunlar problem deyil. Elə şirkət var ki, bəli, rəhbər deyir, belə olmadı, işə qəbulçu deyir, baş üstə elə olmadı və prosesdə davam edir. Heç bir stres yoxdur. Amma mən sizə deyirəm ki, uğurlu işə qəbulçu odur ki, bu vəziyyətləri aradan qaldırmaq üçün, çünki bu birbaşa əslində həm işə qəbula, həm şirkətin satışına deyək, artıq hədəfi nədirsə, strateji hədəfləri nədirsə, hara çatmaq istəyir, əslində hər birinə təsir edir. Sadəcə bu bəzən gözə görünmür. Gözə görünməməsinin səbəbi nədir? Şirkət 10.000 qazanır, amma xəbəri yoxdur ki, bunlar olmasa bəlkə də 100.000 qazanacaq. Amma 10.000 qazanmaq rəhbəri razı saldığı üçün bunların həll olmağının daha 10 dəfə gəlirini artıracağından da xəbərsiz olduğu üçün hər şey bu şəkildə də qaydasında gedir. Amma işə qəbulçu dediyim kimi, bu mövzularda müdaxilə edə bilməlidir. Müdaxilə edəndir ya da uğurlu işə qəbulçu dediyimiz şəxs. Yoldaşlar, bura qədər sualı olan, qeydi olan kimsə varmı ümumiyyətlə? Ya da nəyisə başa düşməyən? Mən yenə də deyirəm, bu işə qəbul sahəsinin çətin olmağını sizə deməyim deyil. Amma bu sahəyə gəlirsinizsə, yəni, düşünməyin ki, sadəcə CV paylaşacaqsınız. Bu sahədə həqiqətən də bu şirkətdə çalışan əməkdaşlara olsun, ya da bəzi uyğunsuz ola bilər ki, prosedur olsun, qayda olsun, səhv deyək ki, vəzifə təlimatları olsun. Yəni, işə qəbulçunun öhdəliyi odur ki, baxın, bu kimi məsələlərlə bağlı düzgün, effektiv həllər tapsın və tapmağa da maraqlı olsun. Buyurun, Asim bəy. Bir dənə ən əsas mövzunu müdaxiləni qeyd eləmək istəyirdim. Bəli. İşə qəbulçunun digər qollara müdaxilə eləmək potensialı olmalıdır. Çünki şirkət mənasız sənədlər yığdırırsa, bu işə qəbulçunun başında partlayır ən axırda. İşçi gedir sənəd ardınca gəlmir. 3 gün gedir narkolojidən, dispanserdən sənəd götürməyə, halbuki o sənəd ümumiyyətlə o pozisiyada ehtiyacı yoxdur. Və yaxud da işdən çıxış prosedurudur, namizəd sabah işdən ayrılmaq istəyir, işə qəbulçunun ən azı bir hüququ olmalıdır, danışıq bacarığı olmalıdır ki, onu heç olmasa bir həftə saxlatdıra bilsin. Çünki o pozisiya açılan kimi bir ay onu doldurmaq olmur. Digər qollara müdaxilə eləmək potensialdakı hər adamda olmur. Yəni bu ona görə məlumatlı olmalıdır, bəli. Yəni çünki məlumatlı olmadıqda hara müdaxilə eləməli olduğu ilə bağlı da bir fikir formalaşmır ki, mən burada görəsən nə etməliyəm və nə edə bilərəm. Ona görə bəli, digər qollarla bağlı da məlumatlı olmalıdır. Çünki biz nə ilə qarşılaşırıq bəzən? Rəhbər deyir ki, məsələn, bu işçi ümumiyyətlə yaramır çıxar işdən, nəyə görə Excel-i bilmir? Qardaş, digər göstəricilər yaxşıdırsa, gəl heç təlimə göndərək, ya özümüz təlim keçərək. Yəni təlim inkişaf deyə bir anlayışı olsa əslində bu təklif verə bilər. Ona görə həm də digər qollarda məlumatlı olmağı, bəli, doğru vurğuluyursunuz ki, çox vacibdir. Və ya vəzifə təlimatları. Vəzifə təlimatlarında məlumatı olmayan bir işə qəbulçu, planlamadan deyək də biz indi, məlumatlı olmayan, vəzifə öhdəlikləri ilə bağlı şikayət edən əməkdaşla qarşılaşdıqda rəhbərə gedib bəlkə vəzifə təlimatlarını biz yenidən yazmalıyıq, təklifini verə bilmir. Ona görə bəli, digər qolları ilə bağlı mütləq şəkildə həm məlumatlı olmalıdır. Düz deyirsiniz. Təşəkkür edirəm məlumat üçün. Okey, yoldaşlar. Bu bizim indi bugünkü, gəlin indi mən bir ümumiləşdirmə eləyeyim. Mən nəyə görə bunlardan danışdım sizə? Biz dedik ki, 3 nəfərlə biz davam edəcəyik. Əslində, təlim yox, təlimdə hər kəs iştirak edə bilər. İşə qəbul, bacarıqları və səriştə əsaslı müsahibə. Burada bu keyslərə də deyinirik. Daha sonra simulyasiyamız da olur, praktik tapşırığımız da olur, 9 saatlıq təlimimizdir. Amma sonrasında təcrübəyə biz dedik ki, 3 nəfərlə davam edirik. Bu təlimdən çıxan 3 nəfərlə demirəm. Ola bilər ki, bu təlimdən, ola bilər ki, özü sadəcə təcrübə proqramına müraciət edir. Hər ikisi ola bilər. Amma o təcrübə proqramında dəyərləndirmə meyarı, hansı ki, o 3 nəfər kimdir görəsən ya da nəyə görə dəyərləndiriləcək? Baxın, işə qəbulçu olmaq istəyən dəyərləndiriləcək. Çünki nəyə görə biz dedik ki, sonda işlə təmin etməyi hədəfləyirik. Və o dəyərləndirmədən uğurlu olanlar, yəni həqiqətən də işə qəbulçu xarakteri var, bir həvəsi var, müəyyən tələbləri var, deyək ki, özünü ifadə etmə bacarığı olsun, təhlil etmə, analiz etmə tərəfi olsun
Davakar demirəm, amma tənqidi təfəkkürü olan. Tənqidi təfəkkür ümumiyyətlə davakardan fərqli bir şeydir. Sadəcə qəbullanmaqla bağlı bir araşdırma eləyən. Yəni sizə hər kəs tələb formu verə bilər, nə bilim hansısa getdiyiniz şirkətdə bir prosedur ola bilər o işi görməklə bağlı. Amma siz o mövcud vəziyyəti həmişə dəyərləndirməlisiniz ki, nə qədər effektivdir ya da nə olsa dəyişə bilər, effektiv ola bilər. Yəni o 3 nəfər dediyimiz, indi bu 4 də ola bilər bəlkə, amma 4 dediyim artıq növbəti bu proqram aktivləşərsə olacaq. İndi üçün 3-dən gedir söhbət. Burada siz bu istiqamətə dəyərləndiriləcəksiniz. Və bəli, bu təcrübə proqramında biz elə bir ki, bu кейsləri işləyəcəyik. Mən ona görə qeyd edirəm ki, 1 aylıq təcrübə proqramı desək də buna, bu əslində bir 6 aylıq 1 illik informasiya olacaq sizdə. Case olaraq deyirəm ha bunu. Müddət olaraq, bəli, 1 ay yarımdır. Amma sizin görəcəyiniz belə nümunələr normal şirkətdə gedib 1 ay çalışmış işə qəbulçu kimi görəcəyiniz işlər olmayacaq. Elə bir ki, bu vəzifə təlimatları deyirik, burada planlama deyirik, elan deyirik, CV deyirik, nə bilim, burada sadaladığım кейslər var idi sizin. O кейslərdən biri də buydu. Bu yaxınlarda olub deyə yazdım. Deyirəm ki, bəs bir namizədlə görüşürəm. Deyirəm ki, bəs sizdə işə qəbul prosesi necə gedirdi? İndi onlarda kafe restoran şəbəkəsi idi və çoxlu filialları var idi onların. Deyir ki, bir mərkəzdən olur bizdə işə qəbul. Deyirəm, tamam. Yəni tam olaraq necə olur? Deyir ki, biz namizədləri dəvət edirik bura, namizədlərlə görüşürük. Daha sonra ikinci mərhələ üçün göndərik bizim kafe restoranlara, oradakı menecerlər görüşür. Deyirəm, bəs sonra siz nə edirsiniz? Deyir, müsahibədən sonra da rəhbərdən soruşuram ki, bəs müsahibə necə keçdi? Və deyir, namizəddən də soruşuram ki, müsahibə necə keçdi? Mən də ondan sonra bunu dedim ki, namizəd imtina edir. Mən işə qəbulçu olaraq, mən bunu bilmirəm, sizə də tövsiyə edirəm. Mən göndərdiyim bütün namizədlərini demək olar ki, ya özüm getmişəm arxasınca ikinci mərhələyə görüşə, ya da kimisi göndərmişəm. Yəni komandadan, ya da o filialda olan kimisə. Göndərmişəm dediyim nədir bu arada? Ki, koordinasiyanı kim eləyəcək, görüşü kim təşkil edəcək, kim o namizədə qarşılayacaq, mən seçmişəm. Mən demişəm ki, misal üçün, Əli, siz bir dənə namizəd gələcək, qarşılayarsınız. Hər dəfə namizəd gəlmədən bir yarım saat əvvəldə xatırlatma eləmişəm ki, Əli, namizəd gəlməlidir. Amma fiziki olaraq özüm bacaramsa, iş yüküm ona imkan verirsə də, həmişə ikinci mərhələ, üçüncü mərhələ görüşlərdə çalışmışam ki, özüm iştirak edeyim ki, mənim tapdığım, bu əziyyətlə tapdığım namizədin başına görüm, nə oyun gəlir. Bu şey olmasın. Bugün də deyəcəklər, ancaq mənfi situasiya kimi dəyərləndirirsiniz. Sadəcə yox, bunlar olmadıqda hər şey çox qaydasında olur deyə mən bunu deyirəm. Bəzən olur ki, bəli, namizəd göndərirsiniz. Mən namizəd imtina etdi, burada nəyə görə yazmışam bilirsiniz? Siz namizədlə elə axırda əlaqə saxlayacaqsınızsa ki, necə keçdi? O artıq imtina edib bəlkə də. Onun müsahibəyə gəlmə vaxtı, onu kim qarşılayacaq, neçə dəqiqəyə gözlədi, neçə dəqiqə gözləməlidir, rəhbər ona nə sual verdi, nə sual verməməli idi. Mən bu proseslərin hamısında çalışmışam ki, özüm olum. Ki, o əziyyətlə, bəli, tapdığım namizəd, ola bilər ki, namizəd uyğun olmasın, amma mənfi təəssüratla ayrılmasın. Ola bilər ki, namizəd uyğundur, bu kimi hallara görə 1 saat gözlədiblər deyə namizəd istər-istəməz müsahibəyə də o ilk 5 dəqiqədəki motivasiyasını qoruya bilməyib və 1 saatda özünü tam ifadə edə bilməyib və ya nisbətən mənfi bir təəssürat yaradıb. Çünki 1 saatda adam gözləyirdi artıq. Bu halların baş verməsi, dediyim kimi, şirkətlə bağlı, şirkətin işə qəbul brendi ilə bağlı, şirkətin reputasiyası gibi biz həm də deyək buna və mənim əziyyətimlə bağlı və bunları da qoydum kənara. Həmin vakansiyaya uyğun namizədin cəlb olması ilə bağlı bir problem yaradır. Və bu bir nömrə mənə təsir edir. Mənim deyək ki, ya iş yükümü artırır, ya da mənim iş yükümü artırmağa kənara qoydum, şirkət üçün elə mənim iş yükümdən daha çox minusu var. Bunu belə bir də beyninizdə təsəvvür edin. İndi kimsə ola bilər burada biznesdə bu prosesdə necə baş verir, ya da işçi uyğun deyil də, nə ola bilər ki, burada kimi qəbul eləsin bunu. İndi bir dənə qısa bir dənə deyimlə baş verir. Mənə satış əməkdaşı lazımdır. 1 nəfər. 3 nəfər var, biri işdən çıxdı deyək ki, 2 nəfər qaldı, 1 nəfər satış əməkdaşı lazımdır mənə. İşə qəbulçuya demişəm, uyğun namizədi tapdı. Nə baş verir satış əməkdaşını ilk işə götürəndə? Bir, o ola bilər ki, gəlin belə eləyək. Gəldiyi işə 1 ay ərzində və ya ən yaxşı halda 1 ay ərzində, 1-2 ay ərzində mən ona məhsulu öyrədirəm. Və kimsə öyrədir də ona, kimsə ona belə nəzarət edir ki, öyrəndi, öyrənmədi, sualı var, yoxsa yoxdur. Daxili sistemi öyrədir o 1 ay müddətində. Bu 1 ay müddətində ona təlim verən deyək, məhsulu öyrədən, ona nəzarət edən adam heç olmaz gündə bir 3 saatını ayırırdı ona. 3 saatını ayıranda nə baş verir? 3 nəfər idilər satış əməkdaşı, biri getmişdi, tərsi gəldi, bu ona 3 saatını ayırır. Bu 3 saatını ayıranda, bu o deməkdir ki, bu mənim şirkətimə qatacaq dəyərin 3 saatını 1 ay müddətində hər gün
Boşa verir nə mənada? Yəni də dəyər qata bilmir. İşçi öyrədir. 3 saat öyrədir. Yaxşı haldan gedir ha söhbət. Layihə başlatmaq istəyirəm. Satış direktoru olaraq kampaniya elan edirəm ki, bunu belə eləmək lazımdır. Əlimdə bir nəfərim qaldı. Niyə? Bunun iş yükü də yoxdur. Daha iş yükü çoxdur. Bu həm də 3 saat qatır bunu öyrədir. Nə oldu? Avtomatik mənim ümumi satış departamentimə də təsir edir. Hələ satışma demirəm. Satışma olsa eləyiblər. Bir nəfər daha az satır. Çünki hələ yeni gəlib. Bir nəfər 3 saatını ayırır. Hətta yeni kampaniya eləyib bəlkə də əlavə dəyər yaradacaqdır, pul qazanacaqdır, bacarmıram. Çünki bu təzədir, bu bunu öyrədir. Nə oldu? Bir ay sonra çıxdı bu. Bir ay sonra çıxdı. Niyə çıxdı? Rəhbər düzgün idarə eləmədi və ya işçi uyğunsuz idi və ya nə bilim nəsə səbəb. Çıxdı getdi. Şirkət ziyana gedir. Yəni bunu mən hara qədər uzada bilərəm, inana bilməzsiniz də, başa düşdünüz? Yəni o işə qəbul əməkdaşının ya doğru seçim etməməsi və ya o bayaqdan dediyim, mən uyğun olduğunu düşündüyüm namizəd tapıram, amma onu kimsə 1 saat gözlədir deyə, amma deyək ki, rəhbər ona uyğunsuz sual verib, hansı ki mən orada olsam, həmin müsahibədə, ən azından ikinci müsahibə üçün deyirəm ki, müəllim, bəlkə bu sualları verək, ya da bu sualı bəlkə bu formada verək ki, yanlış anlayın. Mən düşünürüm ki, mən işə qəbulçu olaraq bunları etsəm əslində, görün mən şirkəti nə qədər qabağa salıram və şirkət nə qədər itkidən qurtulur mu deyə ifadə bilmədim bu cümləni necə tamamlayayım. Yəni o qədər itkinin qarşısı alınmış olur. Yəni bir işə qəbul prosesinin mənim sırf bu detallara riayət eləmədən baş verən uyğunsuz işə qəbul və ya işə qəbulun gecikməsi və ya namizəd işə qəbul olduqdan sonra onun adaptasiya və orientasiya dediyimiz proseslərində onun yanında olmamağım və ya maraqlanmamağım məni qoyun. Görün şirkətə nə qədər ciddi mənfi təsir edir. Yenə dedirəm, amma mən yarıda kəstim onu. Onu nə qədər uzada bilərəm bilirsiniz? Hətta ziyan vurdu, səhv satış elədi, hansısa müştəri ilə dava elədi, yeni gələn işçi. O hamısı problemdir. Ya da heç komanda yoldaşını zədələdi. Bayaq nə dedim, 3 əməkdaş idi. Bir dənə də bunu deyim, sonra qayıdıram öz mövzumuza. Təzə gəlmişdi. Deyək ki, bu onu öyrətdi. Bir ay sonra dedim ki, getdi. Bir ay müddətində təzədən 1-2 həftə işə qəbulçu vaxt itirir ki, namizəd axtarsın. Bu ikisi bezdi iş yükündən, işdən sonra getməkdən, nə bilim, satış eləməməkdən, rəhbər də onları tənqid edir, başa düşürəm 2 nəfərsiz, ya da deyək ki, motivasiya verir. Nə oldu? Bu ikisi də zədələnə bilər. Demirəm indi zədələndi, okey, deməyək zədələndi. Amma bu ikisi də zədələnə bilər. Bu da getdi tutaq ki, ondan sonra. Ya da bu vəzifə artıq ya da əmək haqqı tələb edirdi ki, mən bu qədər iş görəm artıq 1 aydan çoxdur, heç olmaz əmək haqqı verin. Rəhbərin gözündə pis işçiyə döndü. Ki, nə olub qardaş, 1 ay yarımlıq əziyyətdə niyə dözmürsən? Yəni, sadalaya bilmərəm ki, nələr baş verə bilər. Ona görə işə qəbulçuyam deyirsə, öz vəzifə öhdəliklərini doğru icra etməyə çalışmalıdır. Hə, desəz ki, Coşqun bəy, oydu, işə qəbul deyəsən biraz çətinliymiş, qətiyyən deyil. Sadəcə bunlardan xəbərdar olmalısınız. Ki, nə etməliyəm? Vakansiya elanı verib gözləməliyəmmi? Yoxsa baxmalıyam ki, mənə lazım olan kandidatlar, yəni namizədlər harada ola bilər? Daha sonra rəhbər tələb formu göndərəndə oturub mən də bir baxmalıyam ki, görün bu tələb formu doğrudur yoxsa yox. Həmkarımla müzakirə etməliyəm. Yəni də yanımda olandan deyək ki, iş yoldaşımla, ya da rəhbərlə daha sonra müzakirə etməliyəm. Bir əmək bazarına baxmalıyam ki, bu əmək haqqı adam varmı? Olur ki, marketinq mütəxəssisi götürmüşük, strateji marketinq planlamasında və belə bir vəzifə öhdəlikləri yazım. Deyirəm, 800 manatlıq adam onu bilə bilməz onsuz da. Mən onu niyə aparım və ya niyə yazım onu ümumiyyətlə vəzifə öhdəliklərinə? 800 manat alan adam onu bilsə də 1500-1800 alar da. Məsələn 1800, olsun 2800. Yəni demək istədiyim odur, işə qəbul sahəsi əslində deməzdim çətin sahədir. Hər sahənin çətinlikləri olduğu kimi bizim sahənin də çətinlikləri şübhəsiz var, amma bilmədiyimiz təqdirdə. Bildikdən sonra artıq onu da həll edə bilirik, ən azından ona gedən yolu bilirik. Amma dediyim kimi, ümumiləşdirim fikirlərimi, daha sonra sizin suallarınız varsa, suallarınızı yavaşdan başlayacağım almağa və ya sualınız olmaya bilər, hansısa bir qeydimiz ola bilər. Yəni demək istədiyim odur ki, yoldaşlar, bu sahə üzrə çalışmaq istəyirsinizsə, həqiqətən bu sahəni sevirsinizsə, gəlməlisiniz. Bu sahəni sevdiyimi necə bilirəm, onu da deyim sizə. Əmin olun ki, işə qəbulda daha dinamik olaraq çalışdığım müddətdə, indi o qədər də aktiv olaraq işə qəbulçu kimi indi mən fəaliyyətimi davam elətdirmirəm. Yəni əvvəl gündə az qala bir 10 nəfərlə, 15 nəfərlə görüşürdük. Düzdür, bu effektiv deyə demirəm, effektiv deyil, amma hətta bu qədər namizədlə görüşdüyüm olurdu. İndi daha az. Əmin olun ki, nə vaxt ki yorğun olurdum, namizədlə görüşdükdən sonra elə ki 5x enerji yüklənirdi mənə. Yəni namizədlə müsahibə aparma prosesi elə bil ki, məni tam tərsi daha çox enerji və motivasiya olaraq mənə qayıdırdı da belə deyək.
Mən orada ona görə bilirdim ki, mən bu sahəni həqiqətən çox sevirəm. Çünki heç vaxt yorulmuram. Namizədlə görüşmədən mən yorulmurdum. Hətta zövq alırdım. Yəni onu yenə deyirəm, o uyğun yerə yerləşdirməyin verdiyi zövq məni çox ciddi motivasiya edirdi və çox ciddi enerji verirdi mənə. Heç vaxt yadıma gəlmir ki, mən gündə 20 nəfərlə də görüşsəm, hansısa bir yorğunluq. Hətta o vaxt yorulurdum ki mən heç bir namizəd yoxdur, vakansiya yoxdur, mən də oturmuşam belə. Yəni bu mənə daha çox yorurdu. Mən ona görə bilirdim ki, mən ümumiyyətlə bu sahəni çox sevirəm. Yəni kommunikasiyanı sevirəm, təhlil eləməyi sevirəm, rəhbərlə ki müzakirəni sevirəm. Hətta belə yanlış anlaşılmasın, amma konflikti daha çox sevirdim. Ki bir dənə çəpə olsaydı, gedərdik belə bir dava dalaş, amma haqlı oluruz mövzuda. Ki gedərdik, danışardıq, nəsə məsələ var, bu vəziyyət nədir, gedərdik, onu həll eləyərdik. Buyurun Nuray xanım. Mən sual vermək istəyirdim ki, siz deyirdiniz ki, yaxşı mənada dava eləmək lazımdır və tənqidi təfəkkür olmalıdır. Bu rəhbərin əgər xoşuna gəlməyə bilər bəzi vaxtlar. Orada artıq top sizdədir də. Mən ümumiyyətlə həmişə deyirəm ki, bizim komandaya deyirəm, ümumiyyətlə rəhbərlə ki mövzularda deyirəm 3 yol var da. Ya deyirəm rəhbərlə uyğunlaşırsınız, ya deyirəm rəhbərin fikrini dəyişdirirsiniz, ya rəhbər deyəni eləyirsiniz, yəni, ya rəhbərin fikrini dəyişdirirsiniz, ya da işdən çıxıb gedirsiniz də. Yəni üçündən biridir. Ola bilər, bəli. Mən gözə alırdım onu. Nə mənada gözə alırdım? İndi mən deməm, mən dava eləmirdim təbii ki. Sadəcə mən doğru olanı tələb eləyirdim. Doğru olanı tələb etməyimin qarşılığında təsdiq almırdımsa və ya o ilə bağlı bir əsaslandırma da almırdımsa, artıq qərar məndə olurdu ki, mən bu mövcud şəraitdə qalmaq istəyirəm, yoxsa qalmaq istəmirəm və ya qalmaq istəmirəm, amma dəyişə bilərəm, yoxsa dəyişə bilmərəm, əsaslandırsam ya da nəsə eləsəm. Yəni, heç biri olmurdusa və o vəziyyətdə mənə narahat edirsin və əlbəttə çıxıb getməliyəm, neyəcəm ki? Ya da kimsə, misal üçün, qalmağı tərcih edə bilər ki, yox, okey də, olmur da, belə istəyirlər, belə də eləyək, deyib davam edir. Yəni, bu artıq sizin öz seçiminizdir. Buyurun, Aygün xanım. Salam, axşamınız xeyir olsun. Xeyir olsun. Mən sakit təbiətliyəm, yəni xoşlamıram mübahisəni, dava dalaşı. Ona görə yəni ola bilmərəm, mən işə qəbulçuyam. Baxın, bu yanlış anlaşılmasın, ne dediyim kimi. Mən, məsələ o deyil ki, mən tənqidi təfəkkür deyəndə, ona görə tənqidi təfəkkür sözünü orada istifadə edirəm ki, bu əslində tənqidi təfəkkür odur ki, sizə ötürüləndən belə amin deyib razılaşmırsınız da. Yəni, siz də bir tənqidi tərəfdən baxırsınız ki, görəsən belə ola bilərmi, yanlış ola bilərmi, ya da təklif vermək. Yəni, sakit təbiətli işə qəbulçu ola bilərmi? Bilər. Uğurlu ola bilərmi? Ola bilər. Amma baxın, hansı şirkətdə, hansı mühitdəsiz? İstehsalatdasınızsa, biraz çətin ola bilər, məsələn. Ya da daha belə stresli, dinamik iş mühitindəsizsə, biraz çətin ola bilər. Amma çətin ola bilər dediyim yenə edirəm. Çətin deyil, hamı hər sahədə çalışa bilər. Hamı hər sahədə, elektrik də ola bilər, siz əmin olun yəni. Həkim də ola bilərsiniz, əgər backgroundunuz varsa. Burada sadəcə bəzi uyğunlaşa biləcəyimiz və bilməyəcəyimiz iş mühitləri ola bilir. Yəni, zamanla uyğunlaşa bilərəmmi? Zamanla. Yəni, elə işçilər ola bilər ki, məsəl üçün, danışığı, üslubu fərqli ola bilər. Mən onlarla o üslubda danışa bilmərəm də, təbii ki. Amma danışa bilmək lazımdır. Məsələn, mən sürücü işə götürürəmsə, salam, hər vaxtınız xeyir olsun, siz olmamalıdır məsələn. Başa düşür, demək istədiyim odur. Bu olmamalıdır. Yəni, sakit təbiətli olub, amma adaptasiya və uyğunlaşma qabiliyyəti varsa, bu demək olar ki, okey. Və bu arada bu demək deyil ki, sizin təbiətdə çox üzr istəyirəm, sözünüzü kəsirəm 2 dəfədir. Bu demək deyil ki, sakit təbiətdə olan işə qəbulçu ola bilməz. Amma işə qəbul sahəsi bəzən elə dinamikləşir ki, sakit təbiətli insanlar o dinamikliyə uyğunlaşa bilməyə bilir və yönəlirlər daha çox öz xarakterlərinə uyğun sahəyə. Yəni, bəs HR-da, məsəl üçün, belə təbiətli insana hansı yön... Təbii ki, əməliyyat hansı yönə? Demirəm sadəcə əməliyyat olmaya da bilər. Baxın, öyrənmə inkişaf da ola bilər. Yəni, ümumiyyətlə, xarakterlə ümumiləşdirəcək olsaq, mənə görə işə qəbulçu biraz aktiv olmalıdır. Mənə görə, bu mənim şəxsi düşüncəmdir. Bu demək deyil ki, Aygün xanım işə qəbulçu ola bilməz və işə qəbulçu olaraq uğurlu olmaz. Yəni, işə qəbul əməkdaşını uğurlu edən aktivlik deyil ki, onun təhlildir, analizdir, məsuliyyətdir, disiplindir, punktuallıqdır, yəni təhlil analizi dediyimi bilmirəm, bu qabiliyyətləridir. Amma elə bir ki, aktiv olması, elə bir ki, daha da bir plusdur. Tamam? Bir də idarəetmə qabiliyyəti də daha yüksək olmalıdır da, onu necə nə qabiliyyəti? O idarə eləmək, işçiləri idarə eləyə bilmək. Ona hələ çox var, Aygün xanım, işçiləri idarə eləməyə hələ bir 10 il lazım olur.
O tərəf hələ siz başlayanda olmasa da olar, onu demək istəyirəm. Yəni siz bu sahəyə başlayanda idarə etmədə deyilsiniz ki, onsuz da. Aytən xanım, buyurun. Axşamınız xeyir əvvəla. Mən keçən həftə Aygün xanımla tədbirlərin birində tanış olmuşdum. Məncə elə də sakit biri deyil. Aygün xanım aldadırmış bizi. Aygün xanım sizi tanımadım. Bu dəqiqə harda? Maraqlı təsadüf. İlk anında anladım. Yox, işə qəbulda biraz utancaq ola bilərəm yəni. Yox, o zamanla açılabilir. Narahat olmayın. Baxın işləriniz mühümdən. Bir nəfərlər qaldırıb, bir dəqiqə. Kömür xanım, buyurun. Hər vaxtınız xeyir olsun. Mənim belə bir sualım olacaqdı ki, ümumiyyətlə bu kadr işində heç vaxt işləməyənə kiçik mütəxəssis kimi də belə deyim, birbaşa işə qəbulçu ola bilərmi? Yəni təlimə qatılmaqla və yaxud da ki, sonraki proqram vasitəsilə də tam olaraq mənimsəyə bilərmi? Yəni sıfır təcrübə ilə. Məsələn, bilmirəm, səhv başa düşdüm yoxsa yox. Kadr işi detalını nəyə görə bildirdiniz, onu anlamadım. Nəyə görə onu dedim? Yəni kadrla şöbəsində təcrübəniz var. Yoxdursa, yəni onda da yoxdursa, birbaşa, yəni bu ixtisas işə qəbuldan başlaya bilərmi? Okey, gəlin sizə sual verim. Ümumiyyətlə, kimi işə götürərəm? Mən özüm üçün deyim də, mən deyək ki, bir şirkətimə işə axtarıram. Sıfır təcrübə axtarıram deyək. İşə qəbulçudursa mənə nə lazım bilirsiniz? Birincisi, təbii ki, bu sahəyə həvəs olmalıdır. HR olmağa həvəs olmalıdır. HR-ın ola bilər əməliyyatındadır, amma mən görürəm ki, bu sabah işə qəbula darta bilərəm. Daha çox işə qəbula uyğundur da, əməliyyatdan bilirəm ki, bezəcək o. Çünki o daha aktiv, kommunikativ adamdır, o işləri sevir. Mən bilirəm ki, əvvəl-axır düzdür, kadrları bilməsi yaxşıdır, qanunvericiliyi bilməsi yaxşıdır, orada praktikası olması üstünlükdür. Amma bilirəm ki, əvvəl-axır bu işə qəbula gələcək. Ona görə onu kadrlara götürsəm də sağ bilərəm ki, işə qəbula mən onu çəkə bilərəm, hətta özü gələcək işə qəbula. Yəni, birinci xarakterə baxarım. Ya da ola bilər ki, çox sakit təbiətlidir. Onu deyirəm ki, okey, işə qəbulu gələ bilər, çox məsuliyyətlidirsə, bəli, yaxşı işə qəbul işini yaxşı icra edə bilər, amma bilirəm ki, sağ birisini deyəcək ki, ayda, sənədləşmə işi mənim üçün daha uyğundur. Yəni, hər iki halda işə götürə bilərəm, amma işə götürdükdə mən bunun fərqində olacağam ki, o sabah məndə hansı işdə qalacaq? Kadrdan mı qalacaq ya da keçəcək, işə qəbuldan mı qalacaq ya da keçəcək? İndi deyək ki, sıfır təcrübə ilə kimi işə götürərəm? Mən bir işə qəbulçu yetişdirmişdim bir şirkətdə olduqda, mən hətta deyirdim ki, sıfır təcrübə olsun. Yəni, heç bir şirkətdə bir ay belə təcrübə istəmirəm. Çünki mən buna görə istəmirdim ki, o hansısa şirkətdəki işə qəbulu doğru görməmiş ola bilər. Mən onu götürsəm, gərək onun doğru bildiyi yanlışları qırmaqla məşğul olum. Mən ona görə dedim ki, qardaş, mən işə qəbula uyğun adam götürəcəm, amma işə qəbul təcrübəsi istəmirəm. Sıfır olsun. Mən onsuz öyrədəcəm də onu işə qəbul. Sıfır olsun, təcrübə istəmirəm. Yəni, sizin sualınıza gəldikdə, siz hətta deyirsiniz ki, təlimə qatılıb işə qəbulçu olmaq olarmı? Mən deyirəm ki, mən hətta təlimdə olmayan, amma işə qəbula həvəsi olanı dəyərləndirirəm. Yəni, sualınızın cavabını da ifadə edəcək olsam, əlbəttə mümkündür. Amma təbii ki, baxır, burada nə qədər həvəsiniz var bu sahəyə. Birinci növbədə odur. Həvəsi olan adam hər şey eləyir də. Birinci növbədə həvəsdir. Çox sağ olun. Təlimin yaxşı tərəfi odur ki, siz artıq, bir var ki, işə gələndə deyirlər ki, sizə namizədlə görüş təyin etmək lazımdır. Qalırsınız belə ki, neyim, zəng edeyim, deyim, gəl 8-də. Bir də var ki, artıq bilirsiniz ki, namizədə zəng edirsiniz, öz-özü təqdim edirsiniz, onun müraciət elədiyi vakansiyanı ona bildirirsiniz, filan tarixdə görüş təyin olunacağını, filan tarix uyğun deyilsə təklifini almaq lazım olduğunu, test mərhələsi varsa test, kimlə görüşəcəksə görüşəcək. Əlbəttə, mən rəhbərəmsə, misal üçün, sizin rəhbərinizəmsə, bunu bilməyiniz mənim üçün daha böyük üstünlükdür də. Mən bir də oturub onu öyrətmirəm sizə. Siz artıq onu bilirsiniz, məsələn ki, bunu belə eləmək lazımdır. İndi və digər də, indi baxır, indi təlimdə nələri öyrənmişsiniz siz. Təşəkkür. Buyurun. Buyurun. Burada bir dənə sağda nələr qeydlər var idi. Mən bir də ona baxın. Bir dəqiqə. Xeyir olsun. Olması prosesinin işə qəbulun bir hissəsidir. Bəli. Daha sonra məncə işə qəbulun mütəxəssisin xüsusi bacarıqları olmalıdır. İdarə etmə peşəkarlığı, analiz etmə bacarığı kimi. Təbii ki, idarə etmə indi baxır onun səlahiyyətləri nədir? Mədə məsuliyyəti və səlahiyyətləri nədir ki, ondan idarə etmə bacarığı biz tələb edək. Amma idarə etməklə bağlı bir belə deyim, səlahiyyəti varsa, bəli, o bacarıq ondan tələb edilməlidir. Namizədə əmək haqqı gözləntisi nəzərdə tutulandan yüksəkdirsə, bununla bağlı feedback vermək olarmı ki, siz bizim tələblərə uyğunsuz, lakin verə biləcəyimiz əmək haqqı maksimum bu qədər olacaq? Bəli, əlbəttə. Yəni,
siz öz təklifinizi eləyirsiniz də. Hətta namizədin əmək haqqı gözləntisi yuxarıdırsa, yəni bir, öz təklifinizi bildirə bilərsiniz. İki, sizdə hansısa bir üstünlüklər varsa şirkətdə, bu hətta pozitiv komanda belə deməyiniz bəzən o əmək haqqını aşağı sala bilər. Qaldı ki, nahardır, servisdir, bu kimi üstünlüklər. Amma bəli, əlbəttə sizin oynan bu negotiation deyirik, biz demirik, yəni ifadə odur, razılaşma mı deyək buna? Negotiation, razılaşma deyək. Yəni sizin oynan razılaşmağınız onsuz da lazımdır işə qəbulçu olaraq. Yəni əmək haqqı gözləntisi yüksəkdirsə. Yəni bu işə qəbulçunun etməli olduğudur. Yəni siz burada edilməli, dilmi deyirsiniz, mən amma deyirəm məcburiyyətdir. Bunu etmək lazımdır. Tamam, yəni bu istəkdir, bu məcburiyyətdir. Siz oyundan belə şey eləməlisiniz, razılaşma eləməlisiniz. Əgər sakit təbiətliyəmsə işə qəbulçu ola bilmərəm, o zaman təcrübə ilə alışmaq, dəyişmək mümkün. İnsan xarakteri birinci növbədə dəyişmir. Bunu hamımız bilirik. Nə mənada dəyişmir amma. İnsan psixotipləri var, disk modeli var. Bilirsiniz bunu, biz təlimdə keçirik bunu. Dominant insan tipi, təsir edən var, influencer, S var, stability, daha stabil, sakit təbiətli dediyimiz introvertlərə daha çox uyğun gəlir. Bir də C tipi var, compliance'lar, uyğunlaşanlar. Baxın, bu şəxsiyyət tipləri demək olar ki, hər birində digərinin özəllikləri var, bu öz yerində. Amma demək olar ki, hər kəs bu 4 psixotipdən birindədir. Hamı. Dominantdır. O konfliktə meyilli olan, səbirsiz, liftin düyməsini mən həmişə deyirəm, 10 dəfə basan ki, nə oldu, gəl deyənlər. Ya da bəzi insanlar var ki, həmişə deyir, gülür, həmişə xoşbəxtlər, pozitivdirlər. Eləsi var ki, həmişə fikirləşir, təhlil eləyəndir. İndi mən çox qısa ümumi məlumat verirəm də sizə. Yəni, bu xarakterlər hər kəsə, daha doğrusu, bu 4 xarakterdədir, bütün insanlar, 4-ündən birindədir. İndi mən o digərlərinə emirəm. Bunun daha detallı araşdırması da var, 16-18 xarakterdə, onları demirəm də. Amma bu 4-ü hamısını, bütün dünyanı demək olar ki, əhatə eləyir. Yəni, burada xarakter dəyişmir, bəzən uyğunlaşa bilir, təcrübə ilə ya da fərqindəlik yaşadıqdan sonra. Məsələn, mən deyək ki, kompromisi getməkdə çətinlik çəkən biriyəm. Yəni, xarakterim budur da mənim. Mən C tipiyəm bu arada disk modelində. Amma misal üçün kompromisi getməkdə çətinlik çəkən biri olduğumu, fərqində olduğum üçün kompromisi getməklə bağlı özümü həmişə təkmilləşdirməyə çalışıram ki, səhvlərə qarşı dözümsüz olmayım. Yəni, səhv də ola bilər. Yəni, bununla bağlı inkişaf elətdirəm. Yəni, siz dediyinizə gələcək olsaq, xarakteriniz dəyişməz, amma xarakterinizdə olan bu sahə üzrə zəif olan hissəni bilirsinizsə, onun fərqində olmaq hansı vəziyyətlərdə sizə mənfi təsir edirsə, onu aradan qaldırmağa kömək eləyəcək bir şeydir. İşə qəbulçu ola bilərsinizmi? Əlbəttə dediyim kimi ola bilərsiniz. Amma belə deyim də, dünyanın ən yaxşı işə qəbulçusu ola bilərsinizmi? Sizdən daha çox işə qəbul xarakterli olan ola bilər, amma siz ondan sonra ikinci ola bilərsiniz. Başa düşdünüz, nə demək istəyirəm? Çünki niyə? Sizin o elə ki daha aktivdir, siz elə ki nisbətən sakitsiz. Buyurun. Aygün xanım. Sualı mən vermişdim Ayten xanım. Çox sağ olsun, bir özgüvəni var da deyiləm sanki. Yəni ki, mən necə deyim, bir işə qəbulçu olsam, yəni hansısa bir işçini qəbul etsəm, sonradan elə bir bu iş prosesini onu çıxartmalı olsam, mən onu edə bilmərəm də. O ilə hazır deyiləm ki, onu işə çıxartım. Yox, onu etmək bəli. O sizin vəzifənizi bilir. Yəni bir də ki, işə qəbul ancaq bəli, işə qəbuldan ibarət deyil də, həm də işdən çıxarmaqdan ibarətdir. Burada indi emosional olmalı deyilsiniz. Burada rasional olmalısınız əlbəttə. Bəli. Elə onu bilirəm ki, özümdə, yəni ki, bu məndə biraz çox çətin alınar. Bəli, onu inkişaf elətdirmək lazımdır da. Əlbəttə, təcrübə insana nə qazandırır? Bəli, təcrübə ilə insana onu qazandırır ki, o vəziyyətdə lazım olan nədirsə onu etməyi. Bəli, bir də bir sualım mənim var. Bəli. Elə ki, hansısa bir vakansiyaya müraciət edəndə orada istəyirlər ki, təcrübə lazımdır, ən azı 1 il. Əgər mən hansısa bir yerdə təcrübə yoxdursa, orada da təcrübə istəyirlərsə, siz yəni birinci işə götürməlidirlər ki, mənim təcrübəm olsun, daha sonra gedim. Yox. Mən narazı deyiləm, Aygün xanım. Sorry. Olmayın bu fikirdə. Bu nə fikirdir? Yəni mən bir il təcrübə istəyirəm. Mən niyə sizi götürməliyəm? Mən bir il təcrübə istəyirəm. Sizdən getməyi yanlış anlamayın. Təcrübəni mən necə əldə etməliyəm? Sıfır istəyəndən. Baxın, mən biraz qabaq nə dedim? Dedim, mən işə qəbulçuya götürürdüm. Mən dedim ki, olmasın təcrübə, istəmirəm təcrübə. Yəni siz təcrübə proqramına, təcrübə istəməyən yerə əlbəttə müraciət eləməlisiniz ilk başda. Və ya kiməsə qeyd deməlisiniz ki, mən pul istəmirəm, təcrübə istəyirəm və bu sahəyə çox böyük həvəsim. Hansı şirkətin qapısını döyüb. Mən ilk təcrübəm başlayanda 0 maaşdan başlamışım, 0-dan. Mən dedim ki, mən pul istəmirəm, mən iş təcrübəsi istəyirəm. Və getdim, 0 maaşdan da çalışdım və ondan sonra onlar da onsuz da təcrübə istəmirdilər və məni dəyərləndirdilər, amma əmək haqqı da verdilər sağ olsunlar sonradan. 36.
Bəli, 9-6 əlbəttə. Yəni mənə maraqlı deyil. Məni 12 saat işləsələr mən deyərdim ki, nə olar işlədim məni. Mən harda qazanacağam mən? Biraz əziyyət çəkmək lazımdır. Əziyyəti kənara qoyduq. Mənə lazımdır ki, mən ora bir dənə addımımı atım. Özümü tanıyıram axı. Bir dəfə bu sahəyə çox böyük həvəsim var. Başımın işlədiyini düşünürəm. Yəni düşünürdüm o vaxtlar ki, başım da yaxşı işləyir. Kommunikasiya dillər yaxşı danışıram. Təhlil dillər sevirəm. Deyirəm, mən bilirdim ki, orada mən sıfırdan başlasam da qalxacağam. Şey. Yəni üzrdən asılı. Mən bir dənə bunu bağlayayım bu arada. Çox təşəkkürlər. Buyurun. Yoldaşlar, bir dənə bunu deyim, ondan sonra yenə də suallar varsa alaram. Yəni, belə ki, təlim hissəsini yekunlaşdırmaq, daha doğrusu webinar hissəsini yekunlaşdırmaq istəyirəm. Yəni, mən düşünürəm ki, bu bizim təlim, proqram və sonrası ilə bağlı məlumatlar hər kəs üçün aydındır ki, bu proqramda elə bir ki, bu bir işə qəbulçunun görəcəyi bütün işləri biz elə bir ki, praktiki olaraq tətbiq eləyəcəyik. Bir ay da ola bilər bu proses, bir ay yarımda ola bilər. Amma dediyim kimi, bu sadəcə 3 nəfər üçün nəzərdə tutulur və sonda da bəli, hədəfləyirik ki, həmin 3 nəfəri bizdən, çünki əməkdaş istəyən şirkətlər olur. Bunu yəqin ki, bilmirəm, bizim HR Option'un fəaliyyətlərini bilən şəxslər bilir. Elə çalışacağıq ki, ona görə işlə təmin edək. Amma təbii ki, bu hər kəs üçün deyil. Yəni, burada elə sizin aranızda olmasa da kənardan elə bir şəxs ola bilər ki, təcrübə proqramında iştirak etmək çox istəsin. Amma bəlkə də o qədər həvəsli olmadığını biz müəyyənləşdirərik və ya aqressiv olduğunu müəyyənləşdirərik, hansı ki, işə qəbul sahəsinə ümumiyyətlə bu uyğun deyil. Bu davranış tipi və belə deyək. O halda qiymətləndirilməyəcəklər heç şübhəsiz. Belə, yoldaşlar. Kimisə xüsusi sualları varsa bildirə bilər. Buyurun, varsa. Yoxdur kimi qiymətləndirik. Yox, sağ olun, təşəkkür edirəm mən. Buyurun, buyurun. Mən təşəkkür edirəm. Aygün xanım, deyəsən qaldırmışsınız. Mən bayaqları qaldırmışdım, yəqin əl salmamışam. Salmışam. Oldu, çox sağ olun, təşəkkür edirəm. Oldu yoldaşlar, gecəniz xeyrə qalsın. Arzu edirəm təkrar. Sağ olun.